Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Əziz izləyicilər, Üçbucaq layihəsinin növbəti buraxılışında xoş gördük sizləri. Bildiyiniz kimi artıq Əyyam-ı Fatimiyyə xanım Zəhranın şəhadət günləri ərəfəsindəyik. Bununla əlaqədar olaraq bir neçə buraxılışımız xanım Zəhranın şəhadətinə həsr olunacaq. İlkin olaraq şəhadətlə bağlı xanım Zəhranın şəhadət tarixi və bu şəhadətin baş vermə səbəbləri, bu barədə olan şübhələr barədə danışacağıq bugünkü buraxılışımızda. Verilişimizin qonaqları dəyərli ustadımız Elvin Əzimov və Əliziya Ağabəyzadədir. İnşallah yubatmadan suallarımıza keçmək istəyirəm. Əliziya müəllim, bildiyiniz kimi xanım Zəhranın şəhadəti ilə bağlı müxtəlif şübhələr var. Bu şübhələrdən də biri budur ki, belə bir fikir irəli sürürlər. Deyirlər ki, Peyğəmbərin qızlarından biri bildiyiniz kimi şəhid olub. Lakin yerdə qalan qızları da vaxtından əvvəl, yəni gənc yaşlarında dünyasını dəyişib. Həmçinin Peyğəmbərin oğlu da uşaq yaşındaykən dünyasını dəyişib. Bəziləri qeyd edir ki, yəni bu nəysə bir sanki genetik bir xüsusiyyətdir. Peyğəmbərin nəslindən olan qızlar və oğlanlar erkən yaşlarında dünyasını dəyişiblər və xanım Zəhranın da dünyasını erkən dəyişməyə deyirlər, elə bununla əlaqədardır. Bu barədə ümumiyyətlə sizin fikirləriniz nədir? Bismillahirrahmanirrahim. Mən də ilk növbədə əziz izləyiciləri və sizləri salamlayıram. Və xanım Zəhra salamu aleyhanın şəhadəti münasibəti ilə bütün müsəlmanlara başsağlığı verirəm. Ümumiyyətlə siz buyurduğunuz bu şübhə də deyil, bir fərziyədir. Və təbiidir ki, fərziyələr tarixi faktların qarşısında put bir şeydir. Yəni mən çox fərz edə bilərəm, çox şey fərz edə bilərəm, amma görək həqiqət də bundan ibarətdirmi? Tarixdə biz baxırıq elə sünni mənbələri, şiə mənbələrinə baxsaq, araşdırsaq görərik ki, xanım Zəhra salamu aleyha həqiqətən də məzlumə olub, zülm olunub və şəhadətə çatıb. Yəni təbii ölümlə yox, bəlkə qətlə yetirilib. Yəni Allah yolunda. Elə yəni şiə mənbələrində də bizim əlimiz genişdir, sünni mənbələrində də əlimiz genişdir. Kifayət qədər materiallar var ki, biz tamaşaçılara da bunu təqdim edə bilərik. Məsələn, şiənin mötəbər kitablarında olan Üsul-u Kafidə bir hədis var. Buyururlar ki, Əhl-i Beyt imamları buyurur ki, İnnə Fatimətə əleyhəssalam siddiqətun şəhidə. Açıq-aşkar deyirlər. Deyirlər, Həzrəti xanım Fatimə Zəhra salamu aleyha siddiqə və şəhidədir. Çox açıq-aşkar şəhid sözünü gətiriblər xanım Zəhra barəsində. Eyni zamanda mən Təbərinin Dəlailul İmamə kitabı var ki, Təbəri də özü bir ixtilaflı bir kəsdir. Mümkündür bəziləri deyər sünnidir, bəziləri deyər şiədir. Hər bir halda İmam Sadiq əleyhissalam bir hədis gətirib öz kitabında. Deyir ki, kana səbəbu vəfatihə, yəni Həzrət xanım Zəhranın vəfatının səbəbi Qunfuz Ömərin qulamı idi. Qunfuzə Mevla Ömər ləkədəhə bi nə'lis seyf bi əmrihi və əsqətət muhsinən və mərizət min zəlikə və mərəzən şədidən. İmam Sadiq əleyhissalam buyurur ki, deyir, xanım Zəhra salamu aleyhanın vəfat səbəbi Ömərin qulu olan Qunfuzun xəncərin qıfı ilə, ona qıf deyərik də, biz o xəncəri ki, ora qoyurlar ki, kəsməsin əl-ayağı, xəncərin qıfı ilə xanım Zəhraya vurur və xanım Zəhranın, təbii ki, burada onu da qeyd edir, Ömərin əmri ilə xanım Zəhranı qılıncın qıfı ilə vurur, ona zərbə getirir və bu zərbə nəticəsində xanım Zəhranın övladı olan Möhsin sikt olur, düşür və xanım Zəhra bu hadisədən xəstələnir və dünyasını dəyişir. Bu şiə mənbələrində mən vaxtın məhdud olduğuna xatir istəmirəm çox hədisə toxunum. Bu yüzdən sünnilərə də işarə edək ki, bu məsələdə sünnilər nə deyiblər? Mötəzilə ki, sünnilərin
etiqadı məzhəbidir və təqribən 1200 ildən çoxdur ki, bu sünnilərin arasında bu məzhəb formalaşıb və rəsmi bir məzhəbdir, etiqadı məzhəbdir, ən qədim məzhəblərdəndir. Baxmayaraq ki, Vəhabilər bu günləri özlərinə sərf etmədiyi üçün deyirlər ki, Mötəzilə şiədirlər. Halbuki biz şiələr Mötəziləni şiə bilmirik, nə də ki, Mötəzilə iddia eləmir ki, biz şiəyik. Bəli. O Vəhabilər Mötəzilənin bəzi sözlərini qəbul etmədikləri üçün deyirlər ki, bunlar şiədirlər. Atırlar bunları biz tərəfə. Halbuki bunlar özləri sünni olublar. Hətta Ömər təəssübkeşlikləri də olub bunların. Ömər barəsində təəssübkeşlik ediblər. Deyiblər, düzdür ki, Həzrət Əli Ömərdən üstün idi, amma Ömər xəlifə seçilməli idi. Hər bir halda sözüm yoxdur. Burada 2 dənə Mötəzilə aliminin sözünü mən toxunacağam bu barədə ki, bunlar da sünnilərdəndir, sünni alimlərindən sayılır. Şəhristani öz Əl-Milal və Nihəl kitabında Nəzzam Mötəzilə məzhəbinə məxsus olan Nəzzam barəsində deyir ki, Nəzzamın etiqadı bu idi ki, ərəbisini oxuyun mətnin öz kitabından deyir, İnnə Ömərə zərəbə bətnə Fatimətə yevməl bəy'ə həttə əlqətəl cənin min bətnihə. Deyir ki, Nəzzamın etiqadı bu idi ki, Nəzzam deyirdi ki, Ömər Həzrət xanım Zəhranın bətninə zərbə vurdu beyət günündə və övladı bətnindən düşdü. Və eyni zamanda hamının tanıdığı məşhur İbn Əbil Hədid ki var, Mötəzilə alimidir və Nəhcül Bəlağə də şərhi var. Yəni, məhz buna görə deyirlər ki, Nəhcül Bəlağəyə şərh yazıb bəs şiədir. Biz onu şiə bilmirik. Şəxsən biz onu Cəfəri məzhəbinin nümayəndələri olaraq biz onu öz məzhəbimizdən bilmirik. Tərzi, yazdığı kitablar, bunlar belə deyək, əyani sübutdur ki, onun düşüncələri əhl-i-sünnə düşüncələridir. Bəli. Məsələn, bu İbn Əbil Hədid öz nəql edir. Mən öz ustadıma getdim. Öz ustadımın yanında ona bir Peyğəmbərin dövründə olan bir hadisəni danışdım. Dedim ki, Peyğəmbərin qızı xanım Zeynəbi bir nəfər münafiqlərdən biri qorxudur və xanım Zeynəb hamilə olur həmin vaxtı və öz uşağını salır. Və Peyğəmbər bu münafiqin ölüm hökmünü verir və onu bağışlamır. Ona ölüm hökmü verir. Deyir, mənim ustadım deyir, qayətdə dedi ki, bəs deyir, əgər Peyğəmbər sağ olsaydı, xanım Zəhraya əziyyət eləyənlərin də ölüm hökmü verərdi. Bunu həmin İbn Əbil Hədidin ustadı deyir. O Mötəzilə məzhəbindən olan ustad deyir bunu. Mən şiədən danışmıram. Mən bu cürdür ərəb mətnində. Və fəzəhərəl hal ənəhu lav kana hayyan. Əgər Peyğəmbər bu hal Peyğəmbərin zamanında, sağlıq zamanında baş versəydi, la əbahə dəmə mən ravvə Fatimətə həttə əlqət zə bətnihə. Deyir, əgər Peyğəmbər sağ olsaydı, xanım Fatiməyə əziyyət eləyən, onu vuranların və onun övladının düşməsinə səbəb olanların da ölüm hökmünü verərdi. Bu İbn Əbil Hədidin ki, sünni məzhəbdir, ustadının sözüdür. Ki, bu barədə... Yəni, biz buradan görürük ki, təkcə şiə mənbələrində yox, əhl-i sünnənin içində də bu söhbətlər var idi. Bəli. Yəni, bəzən elə qələmə verirlər ki, sanki şiələr ancaq bu mövzular barəsində söhbət edir, bu mövzular barəsində danışır. Lakin biz kökünə gedəndə görürük ki, yox, əhl-i sünnə daxilində də var. İndi bu sözlər nə qədər mötəbərdir, sənəd baxımından nə qədər etibarlıdır, etibarlı deyil, bu növbəti bir mərhələdir. Lakin tarixi sənədlərə baxanda biz görürük ki, əhl-i sünnə bu mövzulardan danışıb. Sanki tarixdə onlar da qəbul edirlər ki, belə bir hadisələr baş verib. Bəli. Belə bir hadisələr baş verib. Dəyərli ustad, sizin bu barədə sözünüz nə idi inşallah? Bismillahirrahmanirrahim. Təşəkkür edirik həqiqətən bu gözəl verilişi ərsəyə gətirmisiniz. Allah sizi var eləsin və ustada da təşəkkür edirik, istifadə edirik və edəcəyik Allahın izni ilə. Gözəl buyurdular, ustad təqribən kamil cavab verdi. Sadəcə mənim 1-2 dənə əlavəm olacaq icazənizlə. Ümumiyyətlə, icazə versəydiniz, mən mərhum Ustad Şəhid Murtəza Mutəhərrinin bir kəlamı ilə başlayaram. Deməli, Şəhid Murtəza Mutəhərri Fitrət kitabında bir dənə mövzu açır, dinin mənşəyi adında bir mövzu. Ki, dinin mənşəyi nədir? Dinin mənşəyini deməzdən öncə gəlir orada bir məsələyə toxunur. Deyir ki, qərb dünyasında sosioloqlar belə bir iş görürlər son zamanlar. Təbii ki, bilirsiniz də Murtəza Mutəhərri çox həssas olub və dəfələrlə onlar ki, ingilis dilini bilirdilər, onlara təkid edirdi, kitabı tərcümə edin və əgər bilsəydi bir dənə ingilis dilindən kitab tərcümə olunub,
qərb filosofları tərcümə edib, dərhal gedib onu oxuyardı, mütaliə eləyərdi. Deyir, mən baxıram, görürəm ki, sosioloqlar belə bir iş görürlər. Hər hansı bir tarixi cərəyanı araşdıranda gəlib ön fərziyyədən o məsələyə yanaşırlar. Yəni, məsələn, deyək ki, dinim elə nümunə gətirir dinin mənşəyi barəsində. Onların fərziyyəsi budur ki, ön fərziyyəsi bizdə o tələbə dili ilə desək əsli mövzu. Onların ön fərziyyəsi budur ki, bu hadisə dinin mənşəyi fitri ola bilməz. Bu hər hansı bir hadisəyə görə baş verir. Ona görə gedirlər məsələn qorxunun sorağına, nə bilim, görəsən cəhalətin, nadanlığın sorağına. Əvvəldən qərarlarını veriliblər. Tamamilə doğrudur. Bu şübhə də ki, siz buyurdunuz, çox ciddi şübhələrdən biridir. Həm bunu əhl-i sünnə dünyasında biz görə bilərik, həm də qərb dünyasında. Məsələn, mən şəxsən bir dənə tanınmış bir ustadlardan birindən eşitdim bunu. Qərbə meyilli bir şəxsdir. Dedi ki, baxın, elə eyni ilə bu şübhəni irəli sürdü. Baxın, Həzrət, nədən irəli gəldi bu söhbət? Siz diqqət eləsəz, tarixə baxsaz, dahi insanlar, biraz mən şübhəni ciddiləşdirəcəm, inşallah ki, öhdəsindən gələ bilərik. Baxsaz, tarixə görərsiniz ki, dahi insanlar, dahi tanınmış insanlar, hər hansı fiziki baxımdan bir eybə malikdirlər. Əksər. Misal üçün, deyək ki, müasir dövrdə Stephen Hawking adında bir şəxsdir, hamı tanıyır onu, məşhur fizikdir. Onun gör, əlil arabasında gəzilirdi və amma baxmayaraq ki, çox fizika dünyasında yenilişlər əlavə elədi. Və baxanda görür ki, ya özlərində bir problem olur, ya xülasə uşaqlarında bir problem olur. Yəni, bunların həyatına baxanda, ya hətta bəzən övladları olmur. Bu dahi insanlar, deyək ki, bir nəfəri çağırmışdılar telekanala. Deməli, çox riyazi, ən çətin formulları ona deyirdilər. Məsələn, vurma cədvəli ən çətin formasını neçə saniyə ərzində deyirdi, amma özünü kontrol eləyə bilmirdi. Bunlar da deyirlər şərq şünaslar. Şərq şünaslar da gəlib deyirlər ki, Həzrəti Peyğəmbərin həyatını biz araşdırırıq, görürük ki, övladlarında bu iş baş verib. Yəni, Həzrəti Peyğəmbərin övladları xəstə olublar, tez dünyadan köçüblər. Siz misal vurdunuz, örnək gətirsiniz İbrahimi və digərlərini. Deməli, bu məsələ həm bunu şərq şünaslar deyirlər, həm də ki, təbii ki, əhl-i sünnə cəmaatı deyir. Fərq etmir burada, Vəhabi fərq etmir. Bu məsələdə əhl-i sünnədən Vəhabi yeşdirdirlər. Hər iki qrup qəbul edirlər. Onların əhl-i sünnənin deməyinin bir mənşəyi səbəbi var. Onlar nə üçün deyirlər? Onlar buna görə deyirlər ki, Ömərə bəraət qazandırsınlar. Lakin onların deməyinin isə digər bir səbəbi var ki, Həzrət Peyğəmbər yəni normal insan olmayıb. Yenə də bu, həmən şəhid Murtəza Mutəhərinin sözünə gəlib qayıdır ki, bunlar ön fərziyyə kimi götürüblər ki, Həzrət bu dahi insanlar belədir, deməli Həzrət Peyğəmbər də belədir. Ona görə də siz baxsanız, vəhyin təhlilinə, ustad gözəl bilir, siz özünüz də əlhəmdülillah, vəhyi təhlil eləyəndə gəlirlər, deyirlər ki, vəhiy dahi bir şəxsin oxunuşudur, kainatı oxuyur. Yəni, dahi bir şəxsdir, vəhiy odur. Yəni, yoxuda buna deyilirdi, dahi insandır da, görürsünüz, dahi insanlar yeni sözdür, məsələn, Aristotel dahi insandır, nə biləm falan. Materiyanı təfsir edir. Aferin, materiyanı deyək, gəlib bizə təfsir edir. Buna görə də bu məsələyə yanaşanda biz hər iki prizmadan yanaşmalıyıq. Həm şərqşünasların baxışına nəzər salmalıyıq ki, siz ən böyük səhv addımınız elə buradadır ki, ön fərziyyə kimi gəlmisiniz irəli. Həm də ki, əhl-i sünnə dünyasında da gözəl ustad cavab verdi. Baxın, ilk öncə mənim sözüm burada budur ki, Həzrəti Peyğəmbərin qızları, məsələn, Zeynəb deyirlər, Ümmü Kulsum deyirlər, 3 dənə Həzrət Fatimə Zəhradan əlavə deyirlər qız olub. Həzrət Peyğəmbərin qızıdır, qızları deyir. Bu özü ciddi ixtilafdandır. Hətta bizim mötəbər mənbələrimiz sübut eləyir ki, bu 3 dənə qız Həzrət Peyğəmbərin qızları olmayıb. Kim idi bunlar? Ya Həzrət Xədicənin əvvəl evlənmişdi, onun qızları idi, ya da ki, Həzrət Xədicənin bacısı qızları idi ki, Həzrət Peyğəmbərin evində qalırdı. Və hətta tarixi mənbələr sübutdur. O əhl-i sünnə mənbələrində də biz bu məsələyə rast gələ bilərik. Deməli, biz hətta diqqət eləsəz, biz görürük, bir dənə mən sizə nümunə göstəreyim. Deməli, bir nəfər şəxs soruşdu ki, Osmanla Əli barəsində Buxaridə gəlib bu hədis. Osmanla Əli barəsində nə deyirsən?
bir nəfər sahabədən soruşdular. Dedi ki, Əliyə gəldikdə Əli Həzrəti Peyğəmbərin yeznəsidir. Amma Osmana gəldikdə Allah onu bağışlasın ki, qaçdı Uhud mühasirəsində. Əgər bu fəzilətdirsə Osman Həzrət Peyğəmbərin qızını almışdısa, bəs nə üçün orada demədi? Osman da Peyğəmbərin yeznəsidir. Yəni tarixi faktlar göstərir ki, bu sonradan onlara fəzilət qazandırmaq üçün ki, onlar fəzilətlərdə məsələn deyirdilər Zunnureyn. Məsələn Həzrət Peyğəmbərin 2 dənə qızını alıb, Osman birini aldı, öldü, ikincisini aldı da. Ona fəzilət qazandırmaq üçün bu işi gördülər. Amma Həzrət İbrahim məsələsi, İbrahimin ölümü məsələsi o artıq ilahi bir təqdir idi bizim. Hətta mötəbər mənbələrimizdə də gəlib ki, Allah Təbarək və Təala bu işi gördü müəyyən səbəblərə görə. Ki, əlbəttə bu yeri deyildi, o açaq, amma dəqiq bəhslərdir. Yəni deməli bizim cavabımız bu məsələdə budur ki, ilk öncə siz gəlin sübut eləyin ki, bunlar Həzrət Peyğəmbərin qızlarıdır. Bu bir məsələ. Hətta sübut olunsa belə, biz tarixə baxanda görürük ki, bunlar həqiqətən ömür sürüblər və təbii əcəlləri ilə dünyasını dəyişiblər. Və ustad da gözəl buyurdu ki, biz həmən o ön fərziyyə, baxın, biz gərək faktı araşdıraq, heç nə ön fərziyyəni qoyaq kənara. Tarixə baxaq, görək, araşdıraq, təhlil eləyək, görək, həqiqətən mötəbər mənbələr nə deyir? Və hətta, cənab Seyyid, bizim iddiamıza görə, inşallah bəhs eləyəcəyik bu günləri, hətta biz desək də Ömər bu işi görməyib, Həzrəti Fatimə Zəhra öz əcəli ilə dünyasını dəyişib, xəstələnib, nə bilim, atasının həsrətindən filan, yenə də siz Ömərə bəraət qazandıra bilməyəcəksiniz. Çünki Ömər elə iş gördü ki, hətta onların mötəbər mənbəsinə əsasən Ömər lənətə layiq şəxsdir. Biz özümüzdən demirik, onların mötəbər mənbəsinə inşallah növbəti suallar olsa işarə edərik. Lənətlənmiş şəxsdir, çünki bu işi gördü. Biz deyirik ki, çünki onların mən bunu deyim, ikinci növbəti suala inşallah ustadın əlavəsi olsa deyir. Onların mənbələrində, mötəbər mənbələrində bura qədərini qəbul edirlər ki, Ömər gəldi və təhdid elədi ki, Əli gəlsin, gəlməsə beyətə qapını yandıracaq evi. Bu qədər. Da bundan sonra yandırıb deyirlər, yandırmayıb. Bizim mötəbər mənbələrimiz isə deyir ki, bu işi gördü. Deyirik, bura qədəri bizə bəs eləyir. Yəni siz qəbul edirsinizsə, Ömər bu təhdidi elədi ya, bu təhdidin özü sübut edir ki, Ömər, yəni sizin mənbələrə əsasən, ən böyük səhv işirib, Həzrət Peyğəmbərə qarşı çıxıb və hətta sizin mötəbər mənbələrə əsasən digər mənbələrə əlavə edir. İşte gərək bu cəhənnəm əhli olsun, gərək bu lənətlənmiş şəxs olsun ki, inşallah növbəti suallarda buna toxunarıq. İnşallah, çox gözəl mövzular idi, toxundunuz ustad. Allah razı olsun. İkinci sualı vermək istəyirəm. Ümumiyyətlə, xanım Zəhranın yaralanmasının əsas səbəbi nə idi? Bu hadisə necə baş verdi? Nədən qaynaqlandı ki, xanımın evinə hücum çəkildi ya bu hadisələr bu şəkildə rüsət aldı? Bismillahirrahmanirrahim. Elə əhl-i sünnə mənbələri özü bu cavabı verir. Əhl-i sünnə kitablarımızı vərəqləsək, görərik ki, elə özləri, o vərəqlər özləri danışır. Xanım Zəhranın başına gələn müsibətləri özləri etiraf edir. Mən elə burada ustaddan da elə üzr istəyirəm, ustad bizim əzizimiz, böyüyümüzdür. Elə əhl-i sünnə mənbələrinə əgər isnad eləsək ki, Buxarinin ustadı var, İbn Əbi Şeybə deyirlər. İbn Əbi Şeybə, onun bir kitabı var, Əl-Musannəf kitabı. O kitabda mən dediyim bir mətləb var, onu gətirib. Belazori öz kitabında, ondan sonra Təbəri öz kitabında və digər kitablarda da gəlib bu ki, deyir, Əbu Bəkir Öməri göndərdi ki, get Həzrət Əlini çağır, gəlsin, beyət eləsin. Və Həzrət Əli Əsəlamın da evində Təlhə, Zübeyir və digər səhabələr toplaşmışdılar. Həzrət Əli Əsəlamdan beyətə və məsləhətləşməyə gəlmişdilər. Və Ömər gəlir Həzrət Əlinin qapısına əlində məşəllə. Və onun ərəbi mətnini mən oxuyum elə, əgər tamaşaçılar istəsələr mənbəyə müraciət eləsinlər, ərəb mətni əllərində olsun. İbn Əbi Şeybə və Belazori ki, dediyim mənbələrdədir. Nəql olunur ki, Ənə Əbu Bəkir ərsələ ilə Əli yuridil bey'ə fələm yubayi'.
Deyir Bəkir bir nəfəri göndərdi Həzrət Əli Səmin yanına ki, ondan beyət etməsini istəsin və Həzrət Əli Səmin beyət eləmədi. Fəca'a Ömər və ma'ahu qabəsun. Deyir Ömər gəldi, əlində də qəbəs var idi. Qəbəs həmin məşələ deyirlər. O taxtanın ki başına yağ vururlar, parça ilə yandırırlar. Əlində də məşəl var idi. Fətələqqəthu Fatimə aləl bab. Və xanım Zəhra, xanım Fatimə Öməri qapıda qarşılaşdı Ömərlə. Fəqalət Fatimə, Həzrət Fatimə buyurdu: Yəbnəl Xəttab, ey Xəttabın oğlu Ömər. Ətərəkə muharriqan alə bəbi, mənim qapımı yandırmaq istəyirsən? Qalə, naam, dedi, bəli. Və zəlikə əqva fīmə ca'a bihi əbukə. Və deyir, bu iş sənin atovun gətirdiyi dini möhkəmləndirəcək. Diqqət edin, o Peyğəmbərin qızı, vəhiy qapısı, Peyğəmbərin gözünün nuru və Peyğəmbər ki, Əhl-i Sünnə mənbələrində, Buxarıda, Müslümdə bu hədis doludur ki, hər kim xanım Zəhranı incitsə məni incidib, hər kim xanım Zəhraya əziyyət versə mənə əziyyət verib, xanım və mənə əziyyət verən Allaha əziyyət verib, xanım Zəhra mənim bədənimin bir parçasıdır. Sən belə bir xanımın qabağında gəlib durub deyirsən ki, mən sənin qapını yandıracam və bu iş Peyğəmbərin dinini möhkəmləndirəcək. Və hansı kitabda yazılıb, hansı Quranda yazılıb, sən hansı Quranı qəbul edirsən? Bu nə sözdür, sən Peyğəmbərin qızına deyirsən? Bu hədisi mən İbn Şeybənin kitabından nəql edirəm. Bəlazorun kitabından nəql edirəm ki, öz kitablarıdır. Buxarinin ustadından nəql edirəm mən bunu. Yəni bu əgər həqiqətən də Ömərin ağzından çıxıbsa bu söz, Əhl-i Sünnə gərək bu barədə düşünsün, araşdırsın. Yəni belə bir insanın arxasınca getmək olar yoxsa olmaz. Burada müxtəlif onların da müxtəlif sözləri var. Bir neçə dənə bəzi suallar həqiqətən deyirlər bunu, lakin yüngül suallardır. Məsəl üçün belə bir söz deyirlər ki, xanım Zəhra niyə qapını açırdı ki, İmam Əli dura-dura? Əlbəttə bu çox sadə bir sözdür. Birincisi elə xanım Zəhranın elə əsas səbəblərdən biri bu ki, xanım Zəhra o hörməti gözləmirdilər. Xanım Zəhranın Peyğəmbər qızının hörmətisinə. İstəmirdi nə İmam Əli əleyhissalam, nə xanım Zəhra iş bu yerə gəlsin, çıxsın. Onlar bunu istəmirdilər. Və buna görə də elə ən düzü budur. Xanım Zəhra arada sanki bu məsələni sakitləşdirən tərəf kimi meydana çıxırdı ki, yəni qayıtsınlar. Yəni heç kəs güman eləmirdi ki, hətta indinin özündə də bu məsələlər olduqca təəccüb doğurur ki, Peyğəmbərin şəhadətindən az bir müddət sonra Peyğəmbərin qızının evinə hücum çəkirlər. Artıq haqq hesablar gedir ortada. Bəli. Və hər kəs də sizə beyət eləyib də, da nə istəyirsiniz? Bu qapıda nə işiniz var sizin? Bəli. Niyə azad buraxmırsınız məsələn? Niyə məcbur eləyirsiniz nələrəsə? Aydındır. Hətta fərz eləyək ki, burada nə ixtilaf ola bilər ki, məsələn İmam Əli beyət eləmir. Digərləri beyət eləyib də sizə nə istəyirsiniz? Sonra da hələ maraqlısı budur. Bu boyda dəlillər, sübutlar ola deyirlər ki, Həzrət Əli özü gəldi beyət elədi. Həzrət Əli öz xoşu ilə gəldi beyət elədi. Aydın məsələdir. Yəni bu xanım Zəhranın qapıya çıxmağıdır, bu şeylərdir. Bunlar bəlli məsələlərdir. Ancaq bəzən də deyirlər ki, Ömər gələcəkdə yarana biləcək fitnənin qabağını almaq istəyirdi ki, burada da Həzrət Əli və digərləri fitnənin qarşısını fitnə ilə alırlar. Bəli də. Bu da başqa maraqlı cavab oldu. Yəni sözüm budur ki, Əli əleyhissalam fitnə əhli kimi tanınmır. Peyğəmbər özündən sonra bir yerə gedəndə İmam Əlini qoyurdu ki, burada fitnə qalxa bilər. Həzrət Əli o şəxsdir ki, birləşdirən şəxsdir. Nəinki insanları parçalayan. Ustad, sizin bu barədə fikirlərinizdə öyrənmək maraqlı olardı. Bəli, gözəl buyurdunuz. Siz də elə ustad da, əlhəmdülillah. Baxın, ümumiyyətlə Əhl-i Sünnə və Vəhabilər bu məsələyə iki cür yanaşırlar və ixtilaf ki yarandı Həzrət Fatimə Zəhra ilə və İmam Əli deyək birlikdə və Əbu Bəkir Ömərlə ixtilafın səbəbini bu məsələyə qaytarmırlar. Qapıya hücum etmək, beyət məsələsinə qaytarmırlar. Qaytarırlar fədəkə. Deyirlər fədək irsi istədi. Həzrət Fatimə Zəhra və İmam Əli də kömək etdi ona
şahid oldu, lakin İmam Əli əleyhissalamın şahidliyini Əbu Bəkir qəbul eləmədi, çünki peyğəmbərdən hədis var idi ki, peyğəmbərlər iz qoymur. Ona görə onlar arasında ixtilaf düşdü və sonra da barışdılar. Bu qədər. Biz mötəbər mənbələrə inşallah müraciət edərik, növbəti suallarda yəqin ki, qabağa çıxar ki, təkcə bu söhbət olmayıb. Yəni təkcə fədəş məsələsi deyil. Hətta İmam Əli əleyhissalam Səhih Buxaridə də var, Müslimdə də var. Gəlir o 6 aydan sonra Əbu Bəkirin yanına. Təbii ki, onu müxtəlif formada deyirlər də. Yəni biraz Əli əleyhissalamın şənini aşağı salırlar ki, sanki Əli əleyhissalam yalvardı. Beyət istəmək istəyirdi, iltəməsə. Yalvardı, iltimas elədi. İşimiz yoxdur o hissəsindən. İmam Əli əleyhissalam Əbu Bəkirin yanına gəldi. Əlbəttə orada var ki, İmam Əli əleyhissalam xəbər göndərdi ki, Əbu Bəkirə deyin gəlsin, mən ondan istəyirəm beyət eləyim. Lakin Ömər gəlməsin. Ömər gəlməsin. Və Əbu Bəkir Ömərə xəbər verdi ki, istəyir beyət eləsin və tək mənim ora getməyimi istəyir. Ömər dedi ki, and olsun Allaha qoymayacam səni tək getməyə. Yəni səni birdən yoldan çıxardar. Hər halda onların üzərindən keçir ki, onlar hamısı bəhsdir ki, bu niyə İmam Əli Öməri görmək istəmirdi? Bəli. Məgər fədək məsələsi deyildi, fədəki Əbu Bəkir vermirdi də. Ömərin ki, burada şey yox idi. Məlumdur ki, bəhs başqa bəhs idi. Və orada Ömər Əbu Bəkirdən görüşəndə və hətta məsciddə də gəldi, 2 dəfə bu sözü dedi. Həm Əbu Bəkirdən tək danışanda, həm də məsciddə. Dedi ki, ey Əbu Bəkir, bəli, əvvəl tərifləyir ki, Əbu Bəkirin kitaba əsasən, Buxariyə əsasən, deyir ki, sən bu məsələdə, xilafət məsələsində mənə zülm elədin. Mənə zülm elədin. Çünki mən buna daha layiq idim. Xilafət məsələsində hətta məsələn İbn Useymin, müasir vəhabilərdən özləri də gətirirlər ki, deyirlər Əli əleyhissalam özünü layiq bilirdi xəlifə olmağa. Xəlifə olmağa layiq bilirdi və niyə? Çünki qohum idi. Hər tərəfdən qohum. Həm yeznəsi idi. Bəli. Baxın, Osmanlı demirlər ha burada başqa. Buradan da məlumdur ki, o bayaqki sual ki, yeznəsi idi, yəni Fatimə yalnız Həzrət Peyğəmbərin qızıdır. Oradan məlum olur. Və həmçinin məscidə gələndə də bu sözü dedi ki, sən bizə zülm elədin. Sən bu məsələdə, xilafətdə zülm elədin. Və ona görə də deyir ki, məsələn, Əli əleyhissalam insan idi da. İndi yalnız yanlış düşünürdü. Yəni uzağı ictihad eləmişdi ki, bu layiqdir. Amma Əbu Bəkir gördü ki, yox, mən layiqəm. Mən üstünəm hər halda. İnşallah bu məsələlərə toxunarıq. Əlbəttə bunu da qeyd edim ustad. Səhih Müslimdə bunlar da qeyd olunub, xüsusən İmam Həsən də, İmam Hüseyn də Əbu Bəkirin Ömərin vaxtında etiraz eləyiblər. Bəli, minbərdə etirazlar olur. Atamın minbərindən düş aşağı. Ged öz atamın minbərinə. Əsən, tamamilə doğrudur. Yəni bu 2 dənə məsələ, nə üçün dedim bunu? Gözəl buyurdunuz. 2 dənə məsələni bir-birindən ayırmaq lazımdır. Həzrəti Fatimə Zəhra salamullah əleyhanın Əbu Bəkirlə ixtilafı, bəli, fədəş üzərində olub. Əsas. Bəli. Lakin Ömərin ora gəlməsi, hücum etməsi və zərbətlənməsi xanım Zəhranın bu artıq ayrı bir məsələdir və bu da sırf xilafətə görə olub. Elədir. Ki beyət eləmirdi, var tarixdə var. Təlhə, Zübeyr və hətta Bəni Haşim İbn Teymiyyə Minhacus Sünnətin Nəbəviyyə kitabında və başqa kitablarda deyir ki, Bəni Haşimin çoxu, Əbdümənaf tayfasının çoxu beyət eləmədilər və Əlinin evində yığışdılar. Əlinin evinə yığışdılar və beyət eləmədilər. Və 6 ay beyət eləmədi. Bunlar deyirlər ki, yox, gizlində beyət elədi. Hər halda oxuyacaq inşallah deyir ki, beyət eləmədi, hətta tuvuffiyət, 6 əşhur. Bu zamana qədər beyət eləmədi. Bəli, həqiqətən də önəmli nöqtələr idi toxundunuz. Bir də bunu da qeyd eləmək istəyirəm. Bəzən görsə müxtəlif ixtilaflı mövzuları, xüsusən səhabənin qaranlıq keçmişi ilə bağlı mövzuları İnsanlar çalışır ki, sanki əhl-i sünnənin mənbələrində tapsın. Bunlar var, əlbəttə var, danılmazdır. Biz tarixə kifayət qədər müraciət edəndə görürük. O ixtilaflar müəyyən mənbələrdə qeyd olunub. Lakin bunu da qeyd edeyim ki, əhl-i sünnədə belə bir etiqad var ki, səhabənin pisliklərin, ixtilafların ortaya çıxartmaq olmaz. Bunu maksimum gizlətməyə çalışırlar. Hətta İbn Əbi Ya'la Təbəqatul Hənabilə kitabında Əhməd ibn Həmbəldən gətirir. Qeyd edir ki, hər kəs xəlifə səhabələrin pis cəhətlərindən danışsa və yaxud onları hansısa mənfi iş görməkdə töhmət eləsə, ittiham eləsə, sultana,
yəni o dövrün hakiminə, şahına vacibdir ki, onu cəzalandırsın. Ta o vaxta qədər ki, tövbə eləyə. Tövbə eləsə deyir, ondan işimiz yoxdur. Lakin tövbə eləməsə, inadkarlıq eləsə, yenə bu işində davam eləsə, sultana vacibdir ki, onu ədəblənənə qədər və yaxud ölənə qədər zindanda saxlasın. Təsəvvür eləyin, indi belə bir düşüncədə olan bir belə deyək, mənbədən biz istəyirik səhabənin gördüyü mənfi işləri ortaya çıxardaq. Bu qədər gizlin saxlamaqlarına baxmayaraq, bu qədər üstün örtbasdır eləmələrinə baxmayaraq, yenə də bununla belə görürük ki, biz tarixdə bu elədikləri zülmlər o qədər şiddətli, o qədər təsir edici olub ki, bəzi şəxslər bunu nəql eləyiblər, saxlaya bilməyiblər özlərində. Və növbəti sualı da Əliziya müəllimə ünvanlandırmaq istəyirik. Xanım Zəhra Əbu Bəkir və Ömərlə sonradan barışdımı? Xeyr. Ömrünün sonuna qədər küsdə qaldı. Elə Əhlüsünnə mənbələrinə də baxsaq, ki, Şiə mənbələri siz ki buyurdunuz, bəli, düz buyurursunuz. Biz daha çox məsələn qaçırıq elə sünni mənbələrindən gətirək. Çünki sünni mənbələrindən gətirəndə Şiə mənbələri ki artıq bunları təsdiqləyib. Yəni bizim etiqadımız budur. Bizim düşüncəmiz budur. Sadəcə olaraq biz istəyirik sünni mənbəsindən də bu nöqtələrə toxunaq ki, yəni bizim etiqadımız yəni həqiqətən də haqdır. Haqlığını çatdırmaq üçün çalışırıq. Orada daha çox istinad verək. Elə Müslim kitab, Səhih Müslim kitabında özləri hədis gətirirlər ki, mətni bu cürdür ki, fəvəcədət Fatimə alə Əbi Bəkir və həcərəthu fələm tuqallimhu həttə tuvufiyyət. Deyir, xanım Fatimə Əbu Bəkirə qəzəbləndi, ona qəzəbləndi və ömrünün sonuna qədər onunla danışmadı. Ki, bu Müslümin öz kitabında gəlib, Səhih Müslimdə gəlib. Ki, bunu Şiə kitabından da demirik ki, sünni kitabından deyəndə sünnilər də qane olur, şiələr də qane olur. Amma biz Şiənin kitabına gətirəndə sünni mənə deyəcək ki, mən o kitabı qəbul etmirəm. Mənə oradan niyə gətirirsən hədis? Onun üçün də biz elə bir mənbə seçək ki, hamı qane olsun. Yəni ortaya həqiqət qoyulsun. Yəni xanım Zəhra küstü qaldı ömrünün sonuna qədər. Ustad, bir də elə bunu sizə ünvanlandırmaq istəyirdim. Bəzən də bu hədis ki, xanım hər kimdən incisə, peyğəmbər ondan inciyib, peyğəmbərin ziyarətpərəstidir. Bunu Səhih Buxarıda və digər mənbələrdə İmam Əli əleyhissalama nisbət verirlər ki, Əbu Cəhlin qızı ilə evlənmək istəyirdi. Hətta peyğəmbər çıxdı, minbər elədi, dedi, müşriklə peyğəmbərin qızı bir evə sığışmaz. Belə məsələlər, yəni şəxsi həyatı çıxartdı minbərə. İmam Əliyə bundan töhmət vururlar ki, sanki bu işi ilə İmam Əli xanım Zəhranı incitmişdi. Və bu səbəb olmuşdu ki, bu hədis nəql olunsun. Peyğəmbər orada nəql edib. Bu barədə də bir qədər danışsaz məmnun olaram. Bəli, təşəkkür edirik. İlk öncə siz bayaq bir söz buyurdunuz səhabələr barəsində. Ona toxunum. Əgər bu sual yaddan çıxsa deyərsiniz, buyurasınız. Həqiqətən o cürdür. Bunlar səhabələrə toxunmaq istəmirlər. Bunun da səbəbi Əməvilərdir. Bunun da səbəbi Muaviyyədir. Onlar ona görə məsələn Muaviyyə barəsində danışanda deyir ki, Muaviyyə irzus səhabə. Yəni Muaviyyə səhabələrin irzidir, toxunmaq olmaz, qapısıdır. Əgər Muaviyyə toxunsan, yəni bütün səhabələrə toxunarsan. Ona görə də biz buradan məlum olur ki, bunlar xüsusilə Vəhhabilər öz etiqadlarını hardan götürüblər? Düşüncələrini Əməvilərdən götürüblər. Yəni Əməvi sevgisi var. Mən bunu dəfələrlə demişəm. Siz özünüz də bəlkə də müşahidə edibsiniz. Azərbaycanda ən tanınmış Vəhhabiyyə birdən sual verirlər ki, Həzrət Peyğəmbərə ən sevimli şəxs kim idi? Və Həzrət Peyğəmbərdən sonra ən üstün şəxs kimlər idi? Deyir, bəli, Həzrət Peyğəmbərin yanında ən sevimli şəxs və ondan sonra ən üstün şəxs Əbu Bəkir idi, Ömər idi, Osman idi, Əli idi, Muaviyyə idi. Baxın, Muaviyyəni daxil edir ora. O qədər səhabələr, izzətli, məsələn, kəramətli, fəzilətli sahabələr çıxdı Muaviyyə. Halbuki şəcərəyi məlunə filan. Onların əsas sözlərindən biri budur ki, səhabələr barəsində danışmayaq. Ki, danışsaq axı iylənər. Hətta İbn Həcər Əsqalani öz kitabında gəlib deyir ki, bu qədər səhabələr barəsində bizim rəvayətlərimiz var. Bir-birlərini söyürlər. Məsələn, Xalid ibn Vəlid gedir, sahabəni öldürür, üzr istəyirəm, xanımı ilə zina edir və hətta təhqir eləyirlər. Biz işarə eləyəcək ki, Həzrəti Əli əleyhissalam barəsində ki, Həzrət Əli əleyhissalam həmişə Əbu Bəkir dünyasını dəyişənə qədər onu xain görürdü.
Onu günahkar görürdü. Sahih Buxarıda var. Bəli. Ömər ömrünün sonunda dedi ki, siz Əbu Bəkiri belə görürdünüz. Kim İbn Abbasdan Həzrət Əli əleyhissalam ki, inşallah vaxt olsa oxuyar. Yəni bu qədər aralarında ixtilaf var idi, söyürdülər bir-birlərini. Deməli, o həkəmiyyət məsələsində elə ki aldatdı Əmr As, bilirsiniz də, Əşərini aldatdı, Musa Əşəri. Orada bir söz dedi. Dedi ki, sən məni aldatdın. Sən axmaqsan, sən uzunqulaqsan. O da dedi ki, sən uzunqulaqsan, nə bilim, üzr istəyirəm dedi, sən itsən. Yəni bir-birlərini bu qədər söyürdülər. Hər kəsə sahabədir ya, hörmət edirlər. Həm Əmrasa, həm Əşəriyə. Yəni bu qədər söyüşdür, nə etmək lazımdır? Bunların hamısını yandırmaq lazımdır. Bəli. Gəlin bunları yandıran. Təsəvvür edin. Bunların bir dənə sözü var. Mən buna toxunum, sonra keçək suala. Bunlardan soruşur, axı niyə bunlar barəsində danışmayaq? Deyir, Quran deyir bizə əmr eləyir. Hansı ayə? Tilkə ümmətin qad xalət, ləhə mə kəsəbət və aleykum mə kəsəbtum. Bunlar ümmət idi, keçdi. Onlar nə qazanıbsa özlərinə, siz də nə qazanıbsa özünüzə. Danışmayaq. Bu hara, o hara. Baxın, biz nə üçün bu məsələləri araşdırırıq? Məsələn, ustad bu qədər vaxt qoyub, zəhmət çəkib, niyə danışır burada və bu veriliş niyə hazırlanır? Bizim, yəni istəyirik bir dənə tarixdə hadisə baş verib, deyək ki, kim haqqı idi bu qədər? Məsələ çox ciddi məsələdir. Məsələ burada dini maarifləri almaq məsələsidir. Yəni biz deyirik ki, siz ki Əbu Bəkiri, Öməri haqq bilirsiniz və öz dini maariflərinizi bu cür şəxslərdən alırsınız, bunlar layiq deyillər bu maarifləri almağa. O ki dini maarifləri almalıyıq. Biz ancaq Əhl-i Beytdən almalıyıq ki, ismətləri olsun, elmləri olsun. Yəni burada sırf tarixi bir bəhs, məsələn bəzən deyirlər, siz hələ orada qalıbsınız. Biz orada qalmışıq. Niyə? Çünki siz Əbu Hüreyrə kimi şəxs, Muaviyə kimi şəxsi sevirsiniz. Onlardan hədis nəql edirsiniz. Mötəbər. Məsələn, Əbu Hüreyrə gəlib deyir ki, o hədis ki var, Allah Taala ayağını cəhənnəmə qoyacaq. Kimdən də? Əbu Hüreyrədəndir. Ki ayağını cəhənnəmə qoyacaq. Əbu Hüreyrə kimi yalancı bir şəxsin hədisini götürürsüz. Bizə deyirsiniz ki, siz müşriksiniz, bidətçisiniz, cəhənnəm əhlisiniz. Deyirik, niyə? Deyirsiniz çünki siz inanmırsınız bu hədisə. İnanmırsınız ki, Allahı qiyamətdə bu iki gözümüzlə görə bilərik. Amma Əbu Hüreyrə deyir, görə bilərik. Yəni, siz dini maariflərinizi bu cür şəxslərdən alırsınız. Bizim davamız sizdən tarixi bir məsələ deyil. Bizim davamız zalimlə adil. Biz tələbə dili ilə desək, biz burada istəyirik bu məsələni epistemoloji araşdıraq ki, biz dini maariflərimizi qaynaq olaraq kimdən almalıyıq, kimə müraciət eləməliyik? Dava bu davadır. Bizim davamız bu davadır. Hətta məsələn bəzən dindarlar olur. Eybi yoxdur da. Ömərdir, indi o qədər ölkələr fəth eləyib, Əbu Bəkirin də xidmətləri olub, filan olub. O Əli də oldu da. Məsələn biri var Azərbaycanda. O qədər Əməvicidir bu. O qədər Muaviyə sevəndi. Oldu da nə işidir? Dördüncü olmadı. Birinci olmadı, oldu dördüncü. Nə izə lazım? Da izə ölkələr fəth oldu. Baxın, davanı bilmirlər ki, mənşəyi nədir? Bizim mənşəmiz budur ki, siz İmam Həzrət Peyğəmbər ki 23 il bu qədər zəhmət çəkdi, dişinə zərbə vurdular, başına kül tökdülər, bu qədər əziyyətlər, müharibədə, şəhidlər filan. İndi bu maariflər bizə olduğu kimi gəlib çatmalıdır. Kim bu maarifləri çatdıra bilərdi? Bizim davamız sizdən budur. Siz deyirsiniz, sahabələr. O sahabələr olmur hamısı. Elə şəxs olmalıdır, elmi olsun, şey olsun və Həzrət Peyğəmbər, hətta bir söz deyim, deməli Ömərin ömrünün axırı idi. Oğlu gəldi Ayşə xanımın yanına, dedi ki, Həfsənin yanına daha doğrusu, dedi, eşitdim ki, atamız özündən sonra xəlifə təyin eləmir. Dedi ki, bəli, istəmir. Gəldim, deyir, özü danışır. Gəldim, Buxarıda var, ha. Gəldim atamın yanına, dedim ki, bu nə işdir? Dedi, yox, istəmirəm eləyəm. Gördüm ki, bu artıq eləmək istəmir. Dedim ki, bir dənə çoban, o hədis oradadır. Bir dənə çobana sən tapşırıbsan qoyunları, görürsən ki, çoban qoyunları başsız qoyub, gəlib. Sən nə deyərsən o çobana? Yəni, sən bu ümməti başsız qoyacaqsan. Yəni, Ömər başsız qoymalı deyil. Çünki bu kimdir? Özə sahabə idi də. Onlar deyirlər ki, sahabənin fəhmi bizim üçün höccətdir. Sahabə bu cür başa düşmüşdü ki, mümkün deyil. Kim? Bir nəfər şəxs, Həzrət Peyğəmbər kimi olan şəxs, yəni olanın ki, dərki var, ümməti öz başına qoya bilməz. Gərək, hətta çox maraqlıdır, çox maraqlıdır. Bunlar bəzən deyirlər ki, bu məsələdə
hakimlik məsələsində siz daha yaxşı bilirsiniz məndən. Gedin özünüz seçin. Görün Həzrət Peyğəmbəri nə qədər endirirlər. Amma buna baxmayaraq bəzilər. Amma gələk o suala, yəni sözüm deyir söz çəkər. Yəni bunlar anlaya bilməyiblər ki, tilka ümmətin qaxalat. Bu ki, onlar ümmətdir də. Yəni çünki deyirdilər, bu Yahudilər barəsində idi də. Yahudilər deyirdilər ki, onlar yaxşı əməl edibsə bizə də aiddir. Biz də üstünük. Bizə də cəhənnəm atəşi toxunmayacaq. Deyir, onlar eləyiblər, sözlərini eləyiblər yaxşı işlər. Siz də yaxşı iş görməlisiniz ki, cənnət əhli olasınız. Ona nə adiyyatı var? Əməl bəhsidir burada. Amma bunlar görün nəyi ilə nəyi qarışdırırlar. Sualınızı zəhmət olmasa bir daha çəkin, çünki yadıma çıxdı. Elə o sualı verməmişdən öncə bir məqama da toxunmaq istəyirəm. Maraqlıdır, Peyğəmbər son anlarında bir kəlmə deyirdi orada. Sizə elə bir şey yazım ki, məndən sonra zəlil olmayasınız. Əhsən. Və həmin sözü Qədirxumda da deyir ki, 2 əmanət buraxıram. Bu ikisinə sarıldığınız müddətcə heç vaxt zəlil olmayacaqsınız. Əhsən. Və kimdir? Kitabullahi və itrəti. Amma sizə bir söz deyim. Minhəcdir də. Baxın, çox təəssüf olsun ki, İbn Teymiyyə ki, o ustadlardan biri onun kitabını oxuyanda Minhacus Sünnətin Nəbəviyyə oxuyur, Minhacus Sünnətil Əməviyyə. Əməvilərin sünnətidir. İbn Teymiyyə deyir ki, həmən o məsələdə ki, yazmaq istirdi və Həzrət Peyğəmbər yazmadı. Çünki insanlar şək eləmişdi. Yazmadı. Amma sonra yazdı. Kim idi? Əbu Bəkirin xilafəti idi. Təsəvvür edirsiniz? Yəni onların etiqadına görə, əhl-i sünnə dünyasında etiqadına görə Həzrət Peyğəmbər özündən sonra xəlifə seçmir. Həmən o hədisdə Ömər ki, bu hədis danışdığa. Ömər dedi ki, mən qalmışam, bilmirəm nə edeyəm. Öz oğluna dedi. Əgər xəlifə seçsəm, bu işi Əbu Bəkir eləyib. Çünki Əbu Bəkir seçdi axı Öməri. Əgər seçməsəm, Həzrət Peyğəmbərin yolunu keçmişəm və mən Həzrət Peyğəmbərin yolunu gedəcəm. Yəni seçməyəcəm. İndi bizə deyin görək, İbn Teymiyyə düz danışır ki, Həzrət Peyğəmbər seçmişdi. Yoxsa Ömər düz danışır. İkisindən biri yalancıdır. Hətta özləri də Azərbaycanda olan vəhhabilərə bir sual veririk. Təyin eləmişdi, deyirlər yox. Amma bəzən digər tərəfdən deyir, bəzi dəlillər var, işarələr var. Yaxşı, işarə nədir? Həzrət Peyğəmbər xəstələnəndə onu nə bilim namaza göndərdi. Halbuki Həzrət Peyğəmbər sonra gəldi ya, bildi ki, gedib namaza vurdu, kənara onu şeylədi. O vəziyyətdə gəldi can namazı. Yəni deyirəm, bunlar hətta ən o şeydən necə maksimum istifadə edirlər Həzrət Peyğəmbərdən. Böhtan atmaq, şər atmaq, hər nə desən bunlar eləyirlər. Bəli. Ustad, üzr istəyirəm. Səhih Buxarıda İbn Abbas deyir, ağlayardı. Bəli, o rəziyyə, yevmül rəziyyə var, bəli, müsibət günü. Soruşardılar, niyə ağlayırsan bu gün? Əgər təyin olunsa, sonradan yazmışdısa Peyğəmbər, niyə ağlayır? İndi mən sizə bir söz deyəcəm, bəlkə də təəccüb edərsiniz. İbn Teymiyyədən soruşuruq ki, niyə İbn Abbas bu günü müsibət günü adlandırdı? Deyir, bilirsiniz niyə müsibət günü adlandırdı? Bu gün o şəxslər üçün müsibət idi ki, Əbu Bəkirin xilafətini bilmirdilər, tanımırdılar. Ona görə də ki, müsibətdir, vay, Əbu Bəkirin xilafətini tanımadılar. Amma onlar ki, Əbu Bəkirin xilafətini tanıdılar, onlar üçün müsibət deyil. Gözəldir. Baxın, yəni o deyir, bizim bir ustadımız var idi, qrammatikada, Allah hifz eləsin, əlbəttə indi də var. Deyirdi ki, bu heç İbn Cinninin də zehninə gəlir. Cinnin də heç ağlına gəlməz. İbn Cinni şey idi, o nəfsitdə qrammatika. Heç cinnin də ağlına gəlmir. Bu nə sözlərdir sən deyirsən? Bu nədən irəli gəlir? Hər nə olur olsun, bir söz var. İbn Həcər Əsqalani deyir, İbn Teymiyyə barəsində deyir ki, mən getdim İbn Teymiyyənin kitabını oxudum, Minhacus Sünnətin Nəbəviyyəni. Gördüm ki, Əllamə Hilliyə çoxlu iradlar bildirir. Əllamə Hilliyin tərifləyir əvvəl, İbn Həcər Əsqalani deyir ki, böyük alimdir, falandır belə. Və bunun gördüm ki, o qədər bu istəyir Şiəni vursun, Rafizini vursun. Bu vurmaq səbəb olur ki, Əlinin şənini gətirsin aşağı. Əliyə tə'n eləsin. Həqiqətən tə'n eləyir. Məsələn, mən bu bəlkə də bir dəfə də bəlkə danışarıq Həzrət Fatimə Zəhranın yeri İbn Teymiyyənin nəzərində. İbn Teymiyyə çox üzr istəyirəm. Bir dəfə bunu danışdım mən. Dedilər dostlar ki, xahiş eləyir, bunu danışma. Bizə pis təsir eləyir. İbn Teymiyyə gətirib xanım Fatimə Zəhranı münafiqlərlə bir tutur. Deyir, baxın, münafiqlər də gəlir, deyirlər ki, bizimdir. Əbu Bəkirdən istəyirdi. Deyir, münafiqlər sənin yanına gələndə hökm elirsən, onlar qəbul eləmir. Xanım Fatimə də gəldi, Əbu Bəkir hökm elədi, qəbul eləmədi. İbn Useymin müasir vəhhabilərdəndir, təzə dünyasını dəyişib. Deyir ki, Həzrət Fatimə Zəhra burada xanım idi deyə ağlını itirmişdi.
Təsəvvür edirsiniz? Yəni Həzrət Fatimə Zəhra kimi şəxs, behişt xanımlarının xanımı, o cür bir şəxs Həzrət Peyğəmbər o qədər ona hörmət elirdi ki, ayağa dururdu o gələndə. Amma bu cür hörmətsizlik elirdi. Və hətta onların bir dənə fikri var, mən çox danışdım, ustada deyərsiniz inşallah. Onların bir dənə qaydası var ki, hər kəs bir söz deyə qayda da qəbul edirlər ha. Və bu sözün səhabənin şənini aşağı endirə, o şəxs nasibidir və bidətçidir, hətta müşrikdir. İbn Teymiyyə ki bu qədər endirir, İbn Həcər Əsqalani ona görə deyir ki, İbn Teymiyyə barəsində 4 dənə məşhur nəzər var. Bəziləri deyirlər kafirdir, hətta bəziləri deyirlər nasibidir. Niyə? Çünki Əli əleyhissalam məsələn bir dənə söz deyim, tamam, deyir Əli əleyhissalam ki səfərə çıxmış deyə. Yəni hicrət elədi ya Məkkədən Mədinəyə. O Allaha görə səfər eləmədi ki, xanım Zəhranı istirdi alsın. Təsəvvür edirsiniz? Yəni biz deyirik ki, bu məktəb, bu cərəyan və Vəhabi cərəyanı həmən Əməvilərin davamıdır. Bunlar qəbul etmirlər. Ustad, elə bayaqki suala qayıtmaq istəyirəm. Bəziləri də qeyd edirlər ki, İmam Əli Əbu Cəhlin qızını alırdı, qızını almaq istəyirdi. Xanım Zəhra bundan narahat olmuşdu. Peyğəmbər bu zaman dedi ki, hər kim peyğəmbərin qızını narahat eləyir, həmin hədisi. Bu barədə də bir qədər danışsınız. Biz müraciət edirik Səhih Buxariyə. Deyir, Sahih Buxarıda bir kitab var, Babu Fəzailü Səhabə, səhabələrin fəzilətləri babı. Bir baxırıq, Əbu Bəkri deyir, Öməri deyir, Osmanı, sonra Həzrəti Əlini. Deyirik ki, yaxşı, göstər bizə fəzilətini. Fəzilət olaraq nəyi gətirsə yaxşıdır, eyni ilə bu məsələni. Bu fəzilətdir, yoxsa eyibdir? Əgər belə bir hadisə baş veribsə, yəni Həzrəti Peyğəmbər bu söz dedi, yəni əvvəl Əbu Cəhlin qızını almaq istəyirdi və bunu xanım Fatimə Zəhra eşitdi və gəldi Həzrət Peyğəmbərə dedi və dedi ki, hər kəs mənim qızımı incisə, fəmən azaha və qəd azani filan. Bunu Həzrət Əlinin fəziləti kimi nəql edir. Məlumdur ki, bir dəfə inşallah bunu araşdırsınlar əziz izləyicilərimiz. Gedib araşdırsınlar. Buxaridə nasibi ravilər. Xəvariz, nasibi. Hətta özləri bəziləri gəlib deyir ki, mən Zəhəbi deyir ki, mən təəccüb edirəm ki, bu necə insandır. Özü deyir ha. Deyir gəlir, deyir ki, bu kafirdir, xəvariz kafirdir. Onlardan hədis nəql eləmir amma yəni onlardan hədis nəql eləyir amma İmam Sadiqdən nəql eləmir də bəzilərindən nəql. Bu hadisə tarixi baxımdan qeyri-mümkündür. Çünki bu hadisə əgər baş veribsə, baxın, Məkkənin fəthindən sonra bu hadisə baş verir. Niyə? Çünki Məkkənin fəthindən sonra Əbu Cəhlin qızı müsəlman oldu. Hətta bəzilər deyirlər heç müsəlman olmayıb və atasını hətta peyğəmbər bilib. Məkkənin fəthindən sonra da bu şəxs, yəni Səfiyyə olmalı, səhv etməsəm adı, Mədinədə qalıb, Məkkədə qalıb heç Mədinəyə hicrət eləməyib. Və tarixi mötəbər mənbə deyir ki, bu Məkkə fəth olunan kimi şəxslərin adı var. Filan şəxslə evləndi. Və həyat yoldaşı dünyasında işte ikinci dəfədə dərhal evləndi. Heç fürsət yox idi İmam Əli əleyhissalam. Çox təəccüblüdür həmən o nifrət ki var bunlarda. Təbii ki, İbn Teymiyyə ki bu nifrət yaradıb İbn Teymiyyənin qəlbində bu nifrəti görürük. Bunun mənşəyi ilə bunlardan qaynaqlanır da. İbn Teymiyyə deyir ki, Həzrəti Əli Əbu Cəhlin qızı ilə evlənmək istədi, Həzrət Peyğəmbər qoymadı, ölənə qədər məhəbbəti qaldı qəlbində. Təsəvvür edirsiniz? Yəni qəlbinə hardan xəbər tutdu? Bəli, ölənə qədər yəni o həsrət qaldı ki, mən niyə evlənə bilmədim. Yəni bu tarixi mənbələrə ziddir. Öz həyatlarını tətbiq edirlər başqalarının həyatına. Məsələn, bir nəfər özü ozurdu. Elə hamı ozurdu. Həzrət Əli də ozur olub. Bir də insaflı bir dənə Vəhabiyyə biz Əhl-i-Sünniyyə özümüzü tuturuq, gedib bir dənə araşdırma aparsınlar bu. Yəni bu Buxaridə nəql olub deyə biz qəbul etməliyik, tarixə baxmalıyıq. Tarixi fakt bunun tam əksini deyir. Və maraqlısı budur, bu hədisin Buxaridə gələn ravilərdən biri də Xəvariz. Afərin. Bəli, onu gözəl buyurdu. Bəli, hətta buyururlar ki, İbn Mülcəmin mədh. Bəli, mədh eləyir. Və şeydir də, yəni məlumdur nasibilərdəndir. İmam Əli əleyhissalam düşməndir və hətta buyururlar ki, mümkün deyil görsün bu hadisəni müşahidə eləsin. Əlbəttə o ravilər qismindədir də. Həmin o bəhsdir ki, nasibiləri gətirib. Hətta təkcə nasibi yox. Hətta biz görürük ki, bəzən Yəhudilərdən də belə hədis nəql edir. Kəb ibn Əhbar ki var, məşhurdur da. Bəli, və söz çəkər biraz o tərəfə bəli.
İbn Teymiyyanın da bir məşhur sözü var ki, bidət əhli içində xəvaric qədər düz danışanın görmədim də. İbn Mülcəmi gəlir müqayisə eləyir sözünüzə qüvvət Həzrət Əli əleyhissalamdan Öməri müqayisə edir və Osmanı. Deyir ki, baxın, biz baxanda görürük ki, Osmanın qatilləri və Ömərin qatilləri kafir olub, xavaric olub. Amma Əlinin qatili zəmanəsinin ən zahid insan olub. Ən təqvalı insan. Nə demək istəyirsən bundan? Nə demək istəyirsən? Yəni bunu demək istəyir ki, Əli aşağıdır da, çünki mömin öldürüb onu. Amma onu kafir öldürüb. Hansı üstündür? Diqqət edirsiniz. Çox, yəni hiyləgərlik eləyir də bu məsələdə. Çox maraqlısı budur ki, peyğəmbər o bir hədis elmində bunlarda daha çox istifadə edirlər də cərh. Bəli, cərh. Peyğəmbər xəbərci cərh edib öz kitablarında ki, bunların imanları, oxuduqları Quran boğazlarından aşağı keçməz. Və xəbərdarlıq edib ki, bunlara aldanmayın bunların zahirinə. Görünür İbn Teymiyyə elə həmin o aldanan qismlərdən biridir. Başqa bir məsələ də, önəmli məsələlərdən biri də budur ki, Ömər və Əbu Bəkir xanım Zəhranın dəfnində iştirak elədimi? Ümumiyyətlə bu dəfn niyə belə gizlin, gecə vaxtı baş verdi? Xanım Zəhra salamullah əleyha icazə vermədi nə Əbu Bəkirə, nə Ömərə. Demək olar ki, Həzrət Əli əleyhissalama vəsiyyət etdi ki, məni gizlin dəfn edin və mənim dəfnimdə heç kəs iştirak etməsin. Elə Əhl-i-Sünnə kitablarında da bu məsələlər qeyd olunub. Məsələn, Səhih Müslim kitabında qeyd olunub ki, فَلَمَّا تُوفِيَتْ دَفِنَهَا زَوْجُهَا عَلَى لَيْلًا وَلَمْ يُعْزِنْ بِهَا أَبَا بَكْرٍ وَصَلَّى عَلَيْهَا. Müslim öz kitabında gətirir ki, deyir, o zaman ki Həzrəti xanım Zəhra salamullah əleyha dünyasını dəyişdi, onun yoldaşı Həzrəti Əli onu gecə vaxtı dəfn elədi və Əbu Bəkir icazə vermədi. Əbu Bəkirə icazə vermədi dəfində iştirak eləməyə və namazı da özü qıldı. Xanım Zəhranın namazını da özü qıldı. Çünki açıq-aşkar hədislərdə qeyd olunub ki, dəfində heç kəsə icazə vermədilər, hətta dəfindən sonra gəlirlər Həzrət Əli əleyhissalamdan tələb edirlər ki, niyə xanım Zəhranı gizlin dəfn etmirsən, qəbrinin yerini bizə göstər və həmin gecədə deyirlər ki, bir 40-a yaxın həmin qəbirstanlıqda yeni qəbir qazılmışdı və dəfn olmuşdu. Ona görə, yəni Həzrət Əli əleyhissalam onlara demədi xanım Zəhranın qəbrinin yerini və hətta orada deyirlər Həzrət Əli əleyhissalam ömründə 3 dəfə sarı rəngdə başına sarı parça bağlayıb ki, biri də deyirlər bu yerdədir ki, müqavimət göstərdi bunlara qarşı durdu ki, hər kim əgər xanım Zəhranın qəbrinin arxasınca düşə, onu axtara, mənim qılıncımın onun qarşısında olacaq. Ustad, siz bunun əsas səbəbi nə idi? Ümumiyyətlə peyğəmbərin digər qızlarının ya başqa formada desək övladlıqlarının qəbirləri də bəlli deyil zahirən bəlli deyil. Və yaxud bəzən də deyirlər ki, müəyyən tarixə qədər bəlli olub, sonradan Vəhabilərin hücumu nəticəsində itirilib. Bu dəfnin bu cür gizlin baş verməsi, qəbrin gizlin olması, bunun müəyyən bir mesajı varmı? Baxın, çox gözəl sualdır və dəfələrlə əziz ustadlarımız bu barədə danışıblar ki, mən bir məsələyə toxunmaq istəyirəm. Ola bilər ki, tarixdə, deyək ki, xanım Ayşənin qəbri məlum deyil. Və bu o deməkdir ki, yəni həmən vəsiyyət eləyib. Yəni onları istəyirəm qüvvətləndirəm də sözün. Nə üçün bu gecə dəfn olunmaq məsələsi önəmlidir və sırf Həzrəti Fatimə Zəhra sallallahu əleyhi və səlləm və nə üçün qəbrinin gizli qalması önəmlidir? Bir dənə Vəhabi çox təəssüf olsun ki, bəzən mən təəccüb eləyirəm. Bizdə dostlarım bəziləri deyir, bunlar nə yeyib, nə içirlər bilmirəm. Deyirlər ki, baxalım, kim deyir ki, xanım Fatimə Zəhranın qəbri bilinmir? Hətta şia alimləri deyir ki, qəbri məlumdur. Ya Bəqidədir, bəziləri deyirlər, ya məsələn evindədir. Nə bilim, ya da ki, harda dəfn elib filan yerdə dəfn. Bu qəbrin məlum olmasıdır görəsən. Bu anlamır ki, qəbrin məlum olması nə deməkdir? Yəni ki, mən gedəm qəbrə deyəm ki, məsələn Həzrət Zəhranın qəbri budur. Nə üçün bu önəmlidir və düşündürüb tarix boyu, hətta əhl-i-sünnə dünyasını? Çünki Həzrəti Peyğəmbər Həzrəti Zəhraya çox hörmət edirdi. Və hətta Cənab Alusi Ruhul Məani təfsirində gəlir deyir ki, bəziləri o ayə ki var Ali İmran surəsində vəstəfaki əla nisa'il aləmin Həzrəti Məryəm barəsində ki, biz səni aləmlərdə, yəni bütün aləmdə olan xanımlardan üstün qərar verdik.
Orada deyir ki, təbii ki, burada məlumdur ki, öz zamanının xanımlarından üstündür. Amma ən üstün xanım Həzrəti Zəhradır. Deyir, bəzi əhl-i sünnələr gəlib deyirlər ki, ən üstün xanım Ayşə xanımdır. 3 dənə dəlil gətirirlər. Nə bilim, Ayşə xanım barəsində var ki, dininizin yarısını Ayşədən alın. Cavab qəşəng cavab verir. Deyir, əgər deməli Həzrət Peyğəmbər bilirmiş ki, Həzrət Zəhra çox ömür sürməyəcək. Əgər əmin olun, Həzrət Peyğəmbər bilsəydi, Həzrət Zəhra çox ömür sürəcək, gəlib deyərdi ki, nəinki dininizin yarısı, bütün dininizi gedin Zəhradan alın. Deyir, bəziləri deyir ki, nə bilim, Peyğəmbərin yanında qiyamətdə Həzrət Peyğəmbərin yanında olacaqsa, çünki onun zövcəsidir. Onun zövcəsidir. Amma deyir, əgər elə olsun da gərək Ayşə xanım İbrahimdən də üstün olsun. Çünki Həzrət Peyğəmbərin məqamı üstündə. Deyir, bunlar hamısı boş şeydir. Məlum olur ki, Həzrəti Fatimə Zəhra Seyyidətun Nisail aləmindir və həm dünya xanımlarının xanımıdır, həm də ən üstünü behişt xanımlarının. Deməli, bir dənə rəvayət gətirir Buxari Həzrəti Fatimə Zəhra barəsində, o da budur. Ki, behişt xanımlarını təsəvvür edin, o qədər Həzrəti Fatimə Zəhra sallallahu barəsində fəzilət var, bir dənə fəzilət gətirir. Əlbəttə, bu bəs eləyir elə. Bəs. Və həmçinin o hədis ki, məşhur hədis idi, hər kəs ona əziyyət eləsə, mənə əziyyət eləyib. Sual yaranır da bir dənə müsəlman. Təsəvvür edin ki, bizim Peyğəmbərimizin qəbri məlum olmayaydı. Yəni, müsəlmanlar düşünərdi, niyə bu cür şəxsin qəbri məlum deyil? Baxın, sual yaranır. Sual yaranır. Ehtimal artıq burada çoxdur. Bir ehtimal var ki, o dövrdə adət imiş. Bu cür dəfn eləyiblər. Bir ehtimal var ki, yox, məsələn, bəziləri Azərbaycanda Vəhabilər deyir ki, Həzrəti Zəhrada abur yüksək idi, gecə vaxtı. Bu nə sözdür? Və digər ehtimal. Amma istər-istəməz ağıllı, məntiqli insan neyinəcək? Gedib araşdırma aparacaq. Araşdırmanın nəticəsi də məlumdur nədir? Araşdıracaq, görəcək ki, məsələn, ustad da buyurdu. Özü vəsiyyət eləyib. Amma bu dəfn olunanda icazə verməyib. Ustad Ceydən oxudu, Müslimdən oxudu. Buxarıda da var o hədis. Buxarıda da var ki, icazə vermədi. Əbu Bəkirə icazə vermədi ki, onun namazında iştirak eləsin. Və hətta öz vəsiyyəti idi. Bəzi əhl-i-sünnə mənbələrində də gəlib bizim mənbələrdə ki, vəsiyyət eləyir ki, icazə verməyəcəyə. Əbu Bəkirə və Ömər icazə verir. Yəni, bu araşdırmalar aparıb hara çıxacaq, bu cür suallar yaranacaq. Niyə? Və təbii ki, haqq olması şiənin üzə çıxacaq ki, şiə haqdır bu məsələdə. Yəni, Həzrəti Zəhra, çünki Həzrət Peyğəmbərə ən əziz bir xanım kimlər tərəfindən incidilib? Əbu Bəkir tərəfindən, Ömər tərəfindən incidilib və onun gizli qalması bir nəfər şəxs buyururlar da, Mərəşi Nəzəfinin səhv etməsi atası olur. Siz yaxşı bilərsiniz. Mərəşi Nəzəfinin atası, bəli, 40 özü olur çillə, atasını eşitmişəm mən, səhv etməsəm, çillə saxlayır 40 gün ki, Həzrət Zəhranın qəbrini bilsin. Və yuxuda görür ki, 40-cı gün deyirlər ki, mümkün deyil, qiyamətə qədər bu sirr olaraq qalacaq. Əgər istəyirsən Həzrət Zəhranın qəbrini ziyarət eləsən, get qumda xanım Məsumənin qəbrini ziyarət və ondan sonra alimlər deyir, gəldilər Qum şəhərinə. Yəni, bu və ona görə də siz baxsanız, tarixə baxsanız, bir çoxları deyək ki, əhl-i-sünnə gəlib şiə olub, ən əsas səbəblərindən biri də budur. Düşündürür də, niyə axı, niyə gizlin qalmalıdır? Niyə bu cür şəxsin qəbri gizlin qalmalıdır? Yenə də deyirəm, bu o deməkdir ki, gizlindirsə, məsələn, müqayisə edirlər kimlərlə? Peyğəmbərlərin digər qızları ilə. Biz götürək lap qızlarıdır. Biz gedirik, araşdırırıq, görürük ki, bu şəxs öz əzəli ilə dünyasını dəyişib. Tamam, çəkilir kənara və tarixdə itib. Bu qədər. Amma burada məsələ vəsiyyət məsələsidir. Gecə dəfn olunmaqdır. Suallar artıq yaranır. Və əzəmətli şəxsdir. Məsələn, siz bir dənə tarixdə, yəni hədislərin içində bir dənə hədis görə bilməzsiniz ki, gəlib Həzrət Peyğəmbər digər qızları barəsində desin, tərifləsin. Yoxdur. Amma Həzrət Fatimə, deməli, onlar heç öz qızları deyil. Mən bir məsələyə toxunum və mən dedim ki, o qapını yandırmaq məsələsi, ola bilsin, yaddan çıxsın, ona görə ustad inşallah çox danışar. Həqiq deyirəm, çox danışar, təvazökarlıq eləyir. Deməli, orada bir məsələ var. Deyir ki, gəlib qapını yandırmağı elədi, Əl-Musənnəf kitabından İbn Əbi Şeybədən gətirdi. Baxmayaraq ki, Nasirüddin Əlbani gəlib deyir ki, bu hədis zəifdir. Lakin bir çox əhl-i-sünnə alimlər, hətta Vəhabilər gəlib təsih ediblər hədisi, deyirlər, hədis səhihdir. Və digər mötəbər mənbələrdə gəlib ən azı and içdi. Dedi, and olsun Allaha ki, mən yandıracağam, əgər bunlar gəlib beyyət eləməsələr. Bir dənə hədis var Həzrəti Peyğəmbərdən.
hədis də qəbul olunan hədisdir. Nasiruddin Əlbani Silsilətul Əhadis Səhihə kitabı var onun. Səhih kitabları, hədisləri yığıb. Orada gətirir bu hədisi. Deməli, hədis budur ki, hər kəs Mədinə əhlini qorxudarsa, o şəxs vəcəbət aleyhil nar. La'netullah aleyhi və la'netu el-melaikə və cəmi'un nas. Bütün insanların, mələklərin, Allahın lənəti olsun ona. Sual. Həzrəti Zəhra Mədinə əhli idi yoxsa yox? Bəli. Orada olan şəxslər Mədinə əhli idi yoxsa yox? Yəni Mədinədə yaşayırdı, məqsəd odur. İncitdi yoxsa yox? Bu hədisə əsasən nə deməliyik? Və digər bir məsələ. Gəlib and istəyir orada. Bir dənə qayda var, fiqhi qaydadır, əhl-i-sünnə özləri də qəbul edir. Əgər bir nəfər şəxs and içsə və andını yerinə yetirməyə ona deyirlər hinsul qasam. Yəni andı pozmaq. Bunun kəffarəsi var. İndi sual budur ki, Ömər bu andı içmişdir, mötəbər mənbədə gəlib ki, and içdi. Bu işi elədi and içəndən sonra ya eləmədi, iki də ehtimal var da. Əgər elədisə, yəni şiələr haqdır. Əgər eləmədisə kəffarə verməlidir. Çox demirik, bütün vəhabilər əhl-i-sünnəyə özümüzü tuturuq. Bir dənə zəif hədis gətirin. Zəif istəmirik ki olsun, yəni mötəbər olsun. Zəif hədis gətirin ki, Ömər bu andına görə gəlib kəffarə verib. Kəffarə yerinə yetirib. Yoxdur. Əbu Bəkir barəsində var. Baxmayaraq ki, onlar qəbul eləmir, amma o kitabda ki, gəlib əsas kitabda deyir ki, bu hədisin isnadı həsəndir. Həsən də o hədisə deyirlər ki, mötəbərdir. Nəsə demək istəyirsiniz? Bu əhl-i-sünnə mənbələrində də qeyd olunub. Mən baxırdım, araşdırırdım. Elə biri də İbn Abdurrabbih adlı bir nəfər var. Əndəlusidir. Əndəlusda olub, Əməvilərin hakimiyyət dövründə olub Əndəlusda. Bunu Zəhəbi də siqə bilir və bunun barəsində ixtilaf var. Bəziləri deyirlər ki, yox, bu şiə olub, gizlədib. Hər halda bu Əməviləri mədh eləyən şeirlər yazıb. Yəni o həddə yəni bu sünnüdür. Bu da öz kitabını gətirib və digər əhl-i-sünnə kitablarında da bu məsələ gəlib ki, Əbu Bəkir ömrünün sonunda 3 dənə şeydən peşman olmuşdu. Deyir ki, ey kaş mən 3 dənə şeyi etməzdim və 3 dənə şeyi də edərdim. Onlardan biri də bu idi ki, deyirdi ki, mən kaş xanım Zəhranın qapısına hörmətsizlik eləməzdim. Aferin. Mən də elə onu demək istirdim. Ustad buyurdu. Baxmayaraq ki, vəhabilər istəmirlər qəbul edirlər, amma müəllif orada gətirir deyir ki, bu hədis səhihdir, həsəndir, qəbul edirlər hədisi. Yəni buradan başa düşülür ki, xanım Zəhranın qapısına hörmətsizlik edilib və Ömər ki, burada məsələn and içib ki, qapını yandıracam, yandırıb qapını. Əslən bəli, oradan da qapını yandırıb. Baxın, bu məsələ Əhl-i Mədinənin ki olması məsələsi və o andının pozmaması məsələsi üçün məlumdur ki, onda Ömər yalandan danışdı da, yalandan and içdi. Yalandan. Və ən əsası ki, siz bayaq buyurdunuz, ən əsası həmən əziyyət məsələsidir. Əbu Bəkir əziyyət etdi Həzrəti Zəhraya yoxsa yox? Baxın, əziyyət etdi yoxsa yox? Sual budur. Ömər bu işi ilə dedi ki, mən qapı arxasındayam. Hətta mən olsam belə, dedi, əgər sən olsan belə mən qapını yandıracağam. Deyək, yandırmadı. Yaxşı, götürək qoyaq yəni. Bu cürət elədi. Həzrət Fatimə bununla əziyyət oldu yoxsa yox? Bu bizə bəs eləyir. Üzr istəyirəm, əziyyət məsələsinə bir dənə şahid kimi mən icazə versiniz bir oxuyum. Gözəl olar. Təbəri öz Dəlail İmamə kitabında deyir ki, Əbbəkir və Ömər bu hadisədən sonra gəldilər Həzrət Əleyhissalama iltimas elədilər ki, ya Əli bəs şəfaətçi ol bizə. Biz xanım Zəhranla istəyirik halallaşaq da, biz icazə ver gerək. Həzrət Əleyhissalam gəldi xanım Zəhranın yanına icazə almağa. Xanım Zəhra deyir ki, ya Əli, ev sənin evindir, sahib də sənsən. Sən icazə verirsən deyənə, yəni sən özün icazə versən ver. Həzrət Əleyhissalam icazə verir və bunu da bu cür qeyd edirlər ki, Həzrət Əleyhissalam bunlara ona görə icazə verdi ki, sonra deməsinlər ki, Həzrət Əli mane oldu. Hüccəti tamamlayırdı Həzrət Əleyhissalam. Mən mətn oxumaq istəyirəm. Gəldilər, dedilər ki, ya Fatimə Zəhra, bəs bizi necə siz bizi bağışla, yenə biz bu cür səhvlər eləmişik. Xanım Zəhra onlara bir dənə söz deyir. Deyir ki, "Sümmə qalət ləhuma." Xanım Zəhra onlara dedi: "Ma səmi'tuma ən-nəbi yəqulu Fatimətu bəz'atu minni fəmən əzəhə fəqəd əzəni və mən əzəni fəqəd əzəllah qalə bəla qalət Həzrəti Zəhra, xanım Zəhra qalət buyurdu fəvallah ləqəd əzəytumani." Hədis bu cürdür ki, deyir ki, dedilər ki, bizi bağışla. Xanım Zəhra dedi ki, siz eşitməmisiniz Peyğəmbərdən ki, Peyğəmbər buyurdu, Fatimə mənim bədənimin bir parçasıdır, hər kim ona əziyyət eləsə mənə əziyyət eləyib və mənə əziyyət eləyən Allaha əziyyət eləyib. Dedilər, bəli. Xanım Zəhra burada gör nə deyir? Deyir, and olsun Allaha deyir, siz mənə əziyyət eləmişsiniz. Təbəridə.
Bir and olsun Allah, laqad əzəytumani. Siz mənə əziyyət eləmisiniz. İkiniz mənə əziyyət eləmisiniz. Bu açıq-aşkar xanım Zəhranın sözüdür. Gələ Əhl-i-Sünnə mənbələrində də, Şiə mənbələrində də açıq-aşkar deyilib. Bəli, bir də ən əsas məsələlərdən gözəl, burada həqiqətən çox gözəl idi. Əgər bunlar haqq idisə, İbn Teymiyyə Minhacus Sünnətin Nəbəvidə çabalayır ki, Əbu Bəkir bu məsələdə haqq çıxartsın. Çünki Əbu Bəkir haqlı idi də. Əgər haqq idisə və qapıya hücum məsələsi olmayıbsa, yalnız fədəkdirsə, nə üçün bunlar üzr istəməyə gəlirdilər? Bəli. Yəni sualdır da, haqqdır, sən haqqı deyibsən, sən haqq danışmayıbsan ki. Və nə üçün gəlib Həzrəti Zəhradan üzr istəyirsən? Deməli, bu iki dənə məsələni göstərir. Bir, onlar haqq deyildilər. İki, Həzrəti Zəhranın hörməti nə idi? Mədinədə Həzrəti Zəhranın hörməti çox böyük idi. Elə ona görə də Buxaridə gəlib deyir ki, 6 ay beyət eləmədi Həzrəti Əli əleyhissalam. Niyə? Çünki Həzrəti Zəhraya görə Əliyə hörmət edirdilər. Amma elə ki Həzrəti Fatimə Zəhra dünyasında işte artıq o hörmət azaldı. Diqqət eləyirsiniz. Çünki Həzrət Peyğəmbəri görmüşdülər də, necə hörmət eləyir Həzrəti Zəhraya. Bunlar da öz işlərinə bəraət qazandısını bir növ ətrafında təbii ki etiraz edənlər oldu da, bu niyə şey elibsə məsələn, gətirib hücum yox, ən azı incitdin də və var da tarixdəki Həzrəti Zəhra danışmadı. Lap fədəkə görə danışmadı, yəni incidi. Bunlar hamısı onu göstərir ki, onlar özlərinə bəraət qazandırmaq üçün ətrafında olan şəbə indiki zamanda var, məsələn görsən, bəzən müəyyən bir siyasətçi çıxır, müəyyən bir sözü deyir, bir hərəkət eləyir şəhid ailəsinə qarşı. Bu artıq etirazlara səbəb olur. Daha sonra gedir, şəhid ailəsinə hörmət eləyir, nə bilim ona hədiyyə alır ki, cəmaatın o etirazlarını yatırsın. Bu da ona bənzir təqribən. Ki bu etirazları yatırmaq üçün bu işləri görür. Siyasi məqamlarını qorumaq üçün bu hərəkət. Maraqlı məsələlərdən biri də bundan ibarətdir ki, bunlar biz bilirik də sonrakı dönəmdə bəzi çətin yerlərdə Həzrət Əlidən məsləhət alırdılar. Qəzavətdə, bəzi mühüm məsələlərdə. Maraqlısıdır ki, İmam Əli heç bir bu gedişatların heç birində xanım Zəhraya etiraz eləməyib. Deməyib ki, sən bunlara qarşı səhv edirsən. Burada misal üçün Əbu Bəkr haqqında görünür ki, elə İmam Əli də, xanım Zəhra da bunların yekdil fikri bu idi ki, bu məsələlərdə xanım Zəhranın haqqına zülm olunur. Sizin sözünüzdə qüvvət ki, Həzrəti Əli əleyhissalam heç vaxt etiraz eləməyib Həzrəti Zəhraya, nəinki etiraz etməyib, hətta təsdiq belə edib. Və bu məsələyə görə Əbu Bəkri yalançı hesab eləyib. Baxın, hədis həm Müslimdə gəlib, həm Buxaridə. Amma Müslimdə gələn hədis tamdır. Buxaridə gələn hədisdə silib. Onun deyəcəm, o sözlərin əvəzinə qoyub kəza. O bilirsiniz də, bir dənə bəhs var. Özləri deyirlər ki, ən böyük iyrənc hədis sahəsində işlərdən biri tədlisdir. Tədlisin müxtəlif mənaları. Bir mənası da budur ki, həmən sözü götürəsən, məsələn, şəxsin adına deyəsən filan. Ya sözü götürəsən deyəsən kəza. Bu tədlisdir. Və neçə dəfələrlə bu işi görüb və ona görə də o tanınmış əhl-i-sünnə alimləri gəlir Buxariyə etiraz edirlər ki, bu nə işdir görürsən. Orada Ömər həmən məsələdə ki, o 2 nəfər gəlmişdi İbn Abbasdan, Həzrət Əli əleyhissalam. Maraqlı da orada İbn Abbas deyir ki, Əliyə bu sözü nisbət verilir. Hər halda onun üzərinə keçir ki, o gəlib cavab versinlər ki, sahabələr bir-birlərini sevirdilər falan. Çox çabalıylar. İbn Abbas təsəvvür edin ki, Əliyə deyir ki, asimdir, qasibdir, nə bilim filandır, hiləgərdir, filandır. Əli əleyhissalama İbn Abbas güya. Deyir ki, Ömər dedi ki, siz ikiniz neçə dənə şeylər alır, onlardan etiraflar alır ki, deyir siz ikiniz fəccituma gəldiniz Əbu Bəkr xəlifə olandan sonra tətlubu mirasəkə, sən öz mirası İbn Abbasa deyir. Öz mirasını İbn Əxi, qardaşının mirasını, yəni qardaşın oğlunun mirasını istəyirdin. Yəni İbn Abbasın mirası var idi qardaşı oğlundan. Əbu Bəkrin yanına gəldi ki, o mirasını versin. Və yətlubu hazadan da məqsəd Əli. Əli də mirasa imraətihi min əbiha, atasından qalmış mirası istəyirdi. Və fəqal Əbu Bəkir də dedi ki, peyğəmbərlər irs qoymaz filan, ondan işim yoxdur. Siz neynədiniz? Fərrəəytumahu. Siz ikiniz onu kimi, yəni Əbu Bəkiri hesab elədiniz kazibən, yalancı, asimən, günahkar, qadirən, yəni hiləgər deyək, əhdi sındıran, xainən xain. Yəni Həzrəti Əli əleyhissalamla
İbn Abbas Əbu Bəkri bu məsələdə nə gördülər? Xəyanətkar falan. Baxın, yəni Həzrət Əli əleyhissalam bilirdi ki, haqdır Həzrət Zəhra. Haqdırsa, yəni həqiqətən ya Həzrət Nəuzübillah, Həzrət Əli əleyhissalam yalan danışır bu məsələdə, ya da Əbu Bəkr yalan danışır. Və əl-haqqu ma'aliyin və aliyyun ma'haq, məlumdur ki, Həzrət Əli yalan Həmd olsun Allaha ki, həqiqətən bizim imamımız elə Həzrət Əlidir. Bəli. Və yavaş-yavaş verilişimiz sona çatır. Elə sonuncu sualı ünvanlandırmaq istəyirəm. Peyğəmbərin qızlarının qəbri barəsində mən bir dənə ona da toxunun inşallah. Tarixi bir məsələ var, ona toxunum. Sonra sualı verək. Bəziləri ki, siz buyurdunuz, deyirlər ki, Peyğəmbərin digər qızlarının da yeri bilinir yoxsa bilinmir? Ümumiyyətlə bilinir. Peyğəmbərin digər qızları ki, əgər fərz etsək ki, Peyğəmbərin qızlarıdır, həmin xanımların qəbirlərinin yeri bilinir. Mən bunu hardan deyirəm? İbrahim Rüfət Paşa adlı bir nəfər var, Misirlidir. 1857-ci ildə dünyaya gəlib, 1935-ci ildə dünyasını dəyişib. Bu deməli 1900 və 1907-ci illərdə Misir hac karvanının məsulu vəzifəsində işləyib, eyni zamanda mühafizə komandanı olub. Yəni hac karvanının mühafizə komandanı olub və bir kitabı var və özü də yazıçıdır, səfərnamə müəllifidir və tədqiqatçıdır və haca gedib bu 7 il ərzində ki 1900 və 1907-ci illərdə haca gedib gəlib, öz səfərində nə qarşısına çıxıbsa xatirə kimi yazıb və hətta öz kitabında Bəqi qəbirstanlığının və digər yerlərin şəkillərini də orada yerləşdirib. Mən baxdım o şəkili də tapdım. Orada gətirir deyir və onun kitabı da Mir'atul Harameyn kitabıdır. Yəni 2 dənə hərəmin güzgüsü adlı bir kitabı var. O kitab ərəb dilində də var, fars dilində də var, çap olub və istəyənlər də tapa bilərlər. Mir'atul Harameyn kitabında o Peyğəmbərin digər qızlarının qəbrinin şəklini yerləşdirir, amma xanım Zəhranın qəbrinin yerini orada qeyd eləmir. Demir ki, hardadır. Deyir xanım Zəhranın da qəbri Bəqidədir. Amma daha deyə bilmir ki, hardadır. Amma xanım Zəhra Peyğəmbərin digər qızlarının qəbrinin günbəzi ki, Vahabilər Məkkə və Mədinəni işğal etməmişdən qabaq o günbəzlər var, qəbirlərin üstündə tikillər var idi. Vahabilər gəldikdən sonra o tikillər söküldü də. Bu kişi Vahabilərin hakimiyyətə gəlməsindən qabaq bu işləri görüb, bu şəkilləri çəkib. Orada xanım Peyğəmbərin qızlarının qəbrinin üstündə günbəzi də işarə edir ki, bu Peyğəmbərin qızlarının qəbridir, amma xanım Zəhranın qəbrindən xəbər yoxdur. Mən istədim bu son tarixə qədər məsələyə toxunum ki, ya deməsinlər ki, bu 500 il bundan qabaq idi, artıq tapılıb. Yəni elə son 100 il bundan qabağa qədər xanım Zəhranın qəbri bilinmirdi. Elə indi də bilinmir heç. Elə düzdür. Başqa bir məsələ də beyyət məsələsidir Əhlüsünnənin etiqadında. Xüsusən 2-ci xəlifənin oğlu Abdullah ibn Ömərdən nəql eləyirlər. İbn Kəsir Əl-Bidayə və Nihayədə, ondan sonra Ənsabul Əşraf Belazurinin kitabıdır. Burada bu məsələni qeyd ediblər ki, Həccac Məkkəni fəth eləyəndə gecə ilə gəlir Həccaca beyyət eləməyə. Beyyət əsnasında Həccac da yazı yazır, təşəbbürlü biri idi də. Deyir, əlim doludur, ayağıma beyyət elə. Və deyirlər, hətta o şəkildə əyilir, ayağını öpür, bu şəkildə beyyət eləyir. Və ona sual ünvanlandır ki, nə oldu gecə ilə durub gəlmisən bura? Burada bu hədisi deyir. Mən matə və leysə aleyhi imamun fəmətə mitətən cahiliyyə. Yəni, hər kəs ölə və onun boynunda bir imam, xəlifə, beyyət olmaya, cahiliyyət dövründə ölmüş ərəb kimidir. Əlbəttə, Belazuri öz kitabında deyir ki, Abdullah ibn Ömər İmam Əliyə beyyət eləmədi. Çünki bu beyyətdən ürəyi razı deyil idi. Nifrət edirdi. Beyyət eləmək istəmirdi. Sual oluna bilər ki, və sonda ölsəydin necə olacaqdı? Bu Həccacda yadıma düşür və ona da qeyd edir, Belazuri kitabında qeyd edir ki, qorxurdu. Öz canının təhlükəsindən qorxurdu, ona görə gecə ilə gəldi. Beyyət elədi. Mərvana da beyyəti qorxu üzündən, Yezdə də beyyəti qorxu üzündən olmuşdu Abdullah ibn Ömərin. Yaxşı, bizi maraqlandıran mühüm suallardan biri budur. Əgər həqiqətən də bir kəs boynunda xəlifə, öz dövrünün xəlifəsinin, imamının beyyəti olmadan dünyadan getsə, cahiliyyət dövründə ölmüş biri kimidirsə, bəs bu zaman xanım Zəhranın beyyət elədiyi şəxs kimi idi?
Təsəvvür edin ki, bu sualı veribsiz bir dənə Vahabiyyə, Azərbaycanda ən tanınmış Vahabiyyə. Sualın cavabını deyirəm, onun cavabını siz özünüz qəzavət edin. Deyir ki, bəli, məlumdur. Həzrəti Zəhranın beyət etdiyi şəxs xəlifəsi Əbu Bəkir idi. Dəlilim var buna. Dəlilim budur ki, çünki Həzrəti Zəhra öz şikayətini kimin yanına apardı? Əbu Bəkirin. Onu xəlifə bilirdi deyə getdi. Bunun haqqını qəsb eləyib, gedib haqqını tələb eləyir. Deyir, əgər Əlini xəlifə bilsəydi, gedərdi Əli nə deyəcəkdi? Yəni bunlar əlindədir bu? Yəni doğrudan o bizim o dostlardan biri var, deyir ki, nəsə o sözün adı istəmirəm adını deyəm. Yəni quruyub da beyin işləmir bunlarda. Həqiqətən işləmir. Baxın, həm ən əsas suallardan biri budur və ən deməli aciz qaldıqları o məsələlərdən biri budur. Həqiqətən bu məsələdə aciz qalırlar ki, mötəbər mənbədir, inkar eləyə bilmirlər. Hər kəs dünyasını dəyişə və öz zamanəsi imamını tanımaya, o şəxs cahiliyyət kimi ölür. Həzrət Zəhranın imamı kimi idi. Deyə bilməzlər ki, cahiliyyət kimi öldü, çünki Seyyidətun İsrail aləmindir, əhli cənnədir. Deyə bilməzlər ki, bunu. Elədir. Məcburdular desinlər Əbu Bəkir də deyə bilməzlər, çünki dünyasını dəyişənə qədər küslü halda oxuduq. Məlum, bu bir dənə dəlil kifayə. Heç nə yox. Ona görə deyirlər ki, Şiənin haqq olmasının meyarı Həzrəti Zəhradır. Həqiqətən. Bir dənə bunu araşdırsalar, bu məsələni araşdırsalar, bəhs edir. Şiə olmaq üçün. Adını sən Şiə qoyma. Adını hər nə qoyursan qoy. Yəni əsl müsəlman olmaq üçün bu kifayət eləyər. Kim haqdır, kim nə haqdır və həqiqətən başqa çarələri yoxdur ya, başqa çarələri yoxdur. Yəni baxın, o suallardan biri də budur ki, indiki zamana aiddir. Biz deyirik, məsələn, indiki zamanda Vəhabilər, sizin imamınız kimdir? Həmin təkrarlanır sual. Elədir. Bu mötəbər hədisi nə edəcəksiniz siz? Hər zamanda bir dənə imam olmalıdır. Bəli. Ya Zeydiyyə kimi deməlisiniz ki, imam sonsuzdur. Amma onlar özləri də qəbul edir 12 imam xəlifəsini. Özləri də qəbul edir və hətta özləri də deyir ki, Mehdidir 12-ci. Amma 12 dənəni cəm edəmirlər. Belə 15-ə, 16-ya, bəzən 40-a, 100-ə çatırlar. Ən böyük alimlərindən indi bu dəqiqə ona deyirlər Əsəd, Şir. Şimdi Osman Əl-Xəmis, Ticanidən bunların münazirələri olub çox. Məşhur Ticani var, döndü. Onların münazirə olub. Osman Əl-Xəmisin mən canlı videosuna baxmışam. Deyir, soruşurlar ki, 12 xəlifə kimdir? Say. Sayır 13 dənə çıxır. 13 dənə isə özü də bilmir. 13 dənə. Yəni saya bilmirlər. Muhammed ibn Abdülvahhab çıxardır 15-ə. Çünki meyar yoxdur ki, kimi desinlər 4 dənə xəlifəni Raşidi. Bəziləri isə Raşidi xəlifəni saymırlar. Raşidi. Hər halda indiki zamanda da həmin sual yerindədir. Sizin imamınız kimdir? Hər zamanda bir dənə imam olmalıdır və bu hədis də qəbul olunur və 12 dənə imam olmalıdır. 12-ci imam deyə dünyaya gəlmiş. Hər halda yəni siz cahil kimi dünyasında yaşayırsınız. Bərbəhari ki, o dövrdə belə deyək, Vəhabiyyətin köklərindən biri də həmin Bərbəhariyə qayıdır ki, İbn Teymiyyə onun düşüncələrin kitab halına deyirlər salır. İbn Teymiyənin ən təsirləndiyi şəxslərdən biridir. Bərbəhari o dövrdə təftiş eləyərdi. İnsanların əqidələrin evlərinə hücum eləyərdilər. Bu belə deyək, təqribən indiki Vəhabiyyətən belə keçmiş versiyası idi. Onun etiqadı. Təkfirçi Vəhabi. Lakin bununla belə o da kitabında bunu qeyd edirdi. Əhl-i-Sünnənin əqidəsi. O dövrdə məşhur idi. İbn Teymiyənin də bu cür bir kitabı var. Əqidətül Vasitiyyə kitabı. Əqidətül Vasitiyyə. Bəli. O da təqribən ona bənzər bir kitab yazıb. Deyir ki, Əhl-i-Sünnənin əqidəsi budur ki, sonda, axırda Həzrəti Fatimənin nəslindən bir nəfər gələcək Məhdi adında və sonuncu xəlifə odur və İsa Məsih də onun arxasında namaz qılacaq. Hər kəs bunu qəbul eləməsə əhl-i-sünnətdir. Hətta özü də İbn Teymiyyə və başqaları da deyirlər, bəziləri deyirlər ki, bu İsa'dır. Xeyr, İsa deyil, Məhdidir və İmam Həsənin nəslindən deyirlər. Səhih hədislərdir. Bir söz deyim, o Bərbəharidən söz düşdü. Bərbəhari təsəvvür edin ki, indiki o işit deyək, Əl-Qaidə, o cür qrup, təkfirçidirlər, təkfirçi. O elə bir şəxs olub ki, yəni o sözdə qüvvət, yəni o cür şəxsin deməsi məlumdur ki, təsəvvür edin ki, hər yerdə, indiki zamanda da başqa formada elirlər. Hər yerdə İmam Hüseynin əzası keçirilərmiş, oranı dağıdarmışdır. Və hətta bir dənə qadın evində əza keçirib, əmr elədi, ətrafında adamları var idi. Əmr elədi, gedin o qadını öldürün, öldürdülər.
və xəlifə bu məsələni bildirdi. O zamanın xəlifəsi Abbasilərdən qovdu, qaçdı, sonra dünyasını dəyişdi. İndiki zamanda da başqa formada bu işlər görülür. Görsən məsələn bir dənə evdə bir dənə xanım, həqiqətən mənim xəbərim var, bir yerdə bir xanım məclis keçirmişdi, özüdəki xərçəng xəstəsi. Allah şahiddir. Xərçəng xəstəsi. Məclis İmam Hüseynin bayrağı var idi. Gəldilər, sökdülər, oğlunu döydülər. Yaxşıdır, xanım evdə yox idi. Dedilər bir də eləsəz həmin şey də təkrarlanır və təbii ki bunlar hardan əvvəllər yox idi. Bunlar hardan qaynaqlanır? Çünki yer atıblar artıq. Özlərinə yer eləyiblər Vəhabilər. Bunun qabağını almaq lazımdır. Bu İmam Hüseynin qabağını almaq lazımdır. Bəli, elədir. Buyurun. Əgər vaxtımız varsa mən də bəzi məsələlərə toxunum. Ümumiyyətlə nə qədər vaxtımız var Seyid? Yəni mən 2 dənə məsələyə toxunmaq istəyirəm. Evet, eyb yox, ikisini toxunum. İkisinə toxunum. Ümumiyyətlə haqq deyəndə biz 2 cür təsəvvür edə bilərik bunu. Bir dəfə insanların zehnində olan haqq, bir dəfə də həqiqətən də zehndən xaricdə Allah dərgahında olan haqq. Adətən bunlar ki məsələn deyirlər, özə bu hədisin məzmunu da bunlarda bu cür gəlib ki, mən matəbələm və leysə fi unuqihi beyətun matə mitətəl cahiliyyə. Hər kim ölsə və boynunda beyət olmasa, cəhalət dövründə ölmüş kimidir. Əvvəlcə biz baxmalıyıq görək ki, bunların bu imam dedikləri, bu xəlifə dedikləri Allah dərgahında olan həqiqi imamdır, yoxsa ki, onların zehinlərinin qurması olan imamdır. Bu bir məsələ. Ki təbiidir ki, bu yerdə xanım Zəhra salamullah əleyha elə Allahın təyin elədiyi həqqi imama beyət eləmişdi, Həzrət Əli idi. Daha bunların zehinlərində olan o xəlifə ki, bunlar deyirlər Ömər Əbbəkir idi. O Əbbəkirə ki zehinlərin imamı idi da, o həqiqət imamı deyildi. Bu bir məsələ. İkinci məsələ də budur ki, biz bu 2 dənə hədis ki bu cür məzmunda hədis Şiədə də nəql olunub, Şiə mənbələrində də nəql olunub, amma başqa məzmunda. Mən istəyirəm bu 2 dənə hədisi bir-birinə müqayisə edeyim. Deməli, diqqət edin, sünnilər deyirlər ki, hər kim ölə və boynunda beyət olmaya, cahiliyyət dövründə ölüb. Amma şiələr deyirlər ki, hər kim mən matəbələm ya'rif imamə zəmanihi mətə mitətəl cahiliyyə. Hər kim ölə və imamını tanımaya, cahiliyyət dövründə ölmüş kimidir. Mən də sizə sual verirəm. Cahiliyyət dövründə ölmək nə anlam daşıyır? Yəni bir nəfər etiqadsız, mərifətsiz ölüb də bu mənada. Yəni bütün əməlləri, bütün rəftarları qoy kənara. Mənim qəlbimdə etiqadım, imanım olmadan ölmüşəm. Cahiliyyət dövründə ölmək bu mənadadır. Şiənin hədisinin əvvəli də axırı da bir-birini tamamlayır. Yəni Şiə deyir ki, hər kim ölə və imamın tanımaya, yəni imama mərifəti, etiqadı, imanı olmaya, ki bu Allahın imamıdır, höccətidir. Bu adam deməli etiqadsız ölüb də. Gedib cahiliyyət dövründə ölüb. Üzr istəyirəm Seyid, mən bir dənə tamamlayım. Amma sünni deyir ki, hər kim ölə və boynunda beyət olmaya. İndi sual çıxır ortaya. Bəlkə bir nəfəri zorla tutub gətiriblər, kiməsə beyət elətdiriblər. Bunun qəlbinin etiqadı yoxdur, imanı yoxdur. Və yaxud da bir nəfər qorxusundan durub gəlib beyət eləyib. Bəlkə bir nəfər münafiqdir, gəlib nəsə başqa bir hədəfi var, beyət eləyib. Burada artıq axı iman ortaya çıxmır, burada mərifət ortaya çıxmır. Məsələ köklənmir mərifətə, etiqada, imana. Sən gəlib deyəsən ki, bu adam hər kim beyət etməsə, cahiliyyət dövründə ölmüş kimidir. Hardan deyirsən bunu? Yəni tanımaq şərtdir də. O qədər beyət edənlər var ki, elə cahiliyyət dövründə də ölmüş kimidirlər. Sən yəni hədis köklü, mötəbər hədisə oxşamır və peyğəmbərin ağzından çıxan hədisə oxşamır. Amma bizim hədisə diqqət edin, mərifət gəlib. Baxırsan ki, bu hədis elə imamın sözünə oxşuyur. Niyə? Çünki hədisin əvvəli, ortası, axırı bir-birini tamamlayır və möhkəmdir və Qurana da dayanır. Allah Quranda nə buyurur? Əuzu billahi mineşşeytanirracim. Kullun ya'malu ala şakilatihi. Hər kəs öz şakiləsinə, öz xislətinə uyğun rəftar edər. Bu hədis gəlir bir dənə mərifət atır ortaya. Hər kimin mərifəti, xisləti Allahın höccətinə tabe olsa, elə əməli də elə ona uyğun olacaq. Ehtiyac yoxdur mən beyət, hətta mümkündür beyət etməsin heç. Heç mümkündür görməsin heç. O ki deyirlər ha, peyğəmbərin sahabəsi ki adı yadımdan çıxdı, siz deyin. Peyğəmbər ömrünün axırına qədər görmədi. Peyğəmbər ona bəli, Uveys Qarəni. Uveys Qarəni ki peyğəmbəri görməmişdi, amma mömin dünyadan getdi. Şəhid dünyadan getdi. Peyğəmbərə mömin olaraq dünyadan getdi. Yəni görmək, yəni bu bizim hədisə əsasən mərifət, yəni özü. Bəli, o tanımaq önəmlidir. Çünki Quran 2 cür imam qələmə verir də bizə. Əimmətul kufr, əimmətul huda. Yəni
biz seçməliyik. Xəlifələr hər cür xəlifə ola bilər, Bəli. meydana gələ bilər. Biz seçməliyik bunu ki, bu Allah tərəfindən təyin olunandır. Bəli. Allahın itaətini vacib elədiyi xəlifədir, yoxsa əimmətul küfrün mistaqıdır. Bəli. Və aydın məsələdir ki, belə yerdə mərifət olmadan, tanımaq olmadan bu beyətin, körkörana beyətin heç bir mənası yoxdur. Bəli. Çox şad oldum, həqiqətən çox dəyərli müzakirələr oldu. Əziz ustadımıza minnətdarlığımı bildirirəm. Həmçinin Əliziyə qardaşımıza minnətdarlığımızı bildiririk. Bununla da bugünkü verilişimiz sona çatır. Hər birinizi Allaha əmanət edirik. Vəssalamun aleykum və rəhmətullahi və bərəkatuhu.